Hər vaxtınız xeyir olsun. Növbəti video çəkilişə başlayıram. Deməli, bundan əvvəlki videoda məqsədət nə deməkdir, onu izah eləmişəm. Yenə də izah edirəm. Deməli, AX bərabər lambda X bərabərliyini ödəyən lambda ədədinə məqsədət deyirlər. Buradan baş determinant alacağım. A1 çıxaq lambda, A1 2, A2 1, A2 2. Bu determinant 0 olmalıdır. Ben buradan yazsam 3 çıxaq lambda 4, 1 də 3 çıxaq lambda. Determinant bərabər 0'da. Buradan alıram 3 çıxaq lambdanın kvadratı. Çıxaq 4 bərabər 0'a. Buradan həll eləsəm, deməli, lambda kvadratı minus 6 lambda plus 9 minus 4. O derece plus 5 bərabərdir 0'a. Bunun da kökləri cəmini istəyir 6'dır. Yine məqsədət məhsul vektörü tap deyir. 6 çıxaq lambda 3 mənfi 3. Burada 0 çıxaq lambda. Determinant bərabər 0'a. Lambda vuraq 6 çıxaq lambda. Mənfi lambda demək vuraq. O deyir plus 9 bərabər 0'a. Məxsus ədədini soruşur. Lambda kvadratı minus 6 lambda plus 9 bərabər 0. Burada lambda bərabər 3 alın. Məqsədətlərdən biri 2'dir. Yəni x çıxaq lambda, buradan 4, burada 2, burada 3 çıxaq lambda. Lambdanın yerinə 0 yazacağım. Lambdanın yerinə 2 yazacağım. Onda x çıxaq 2, vuraq 3 çıxaq 1, yəni 1 eləyir. Yaxşı belə yazıram 2, 3 çıxaq 2. Determinant bərabər 0. Bunu həll eləsəm, x çıxılsın 2 çıxaq 8 bərabər 0'a. X bərabər 10. Aha. Məqsədətlərin hasili 1 çıxaq lambda 3. Burada 2, 2 çıxaq lambda. Determinant bərabər 0'a. Buradan 1 çıxaq lambda vuraq 2 çıxaq lambda. Çıxaq 6 bərabər 0. Lambda kvadratı minus 3 lambda. Plus 2 minus 6 minus 4 bərabər 0. Hasil mənfi 4 eləyəcək. 1 çıxaq lambda 1, bu da 1, bu da 1 çıxaq lambda. Determinant bərabər 0'a. 1 çıxaq lambdanın kvadratı çıxaq 1 bərabər 0. Lambda kvadratı plus 2 minus 2 lambda bərabər 0. Bunun kökləri 0 ilə 2 olacaq. Bu cəm, bilirsiniz ki, lambda 1 plus lambda 2 mötərizə kvadrat çıxaq 2 lambda 1 lambda 2 deməkdir. Buradan tapsam, birbaşa yazacağım. 3 çıxaq lambda vuraq. 2 çıxaq lambda çıxaq 2 bərabər 0'a. Lambda kvadrat minus 5 lambda plus 6 minus 2 plus 4 bərabər 0. Cəmi 5'dir. 5'in kvadratı minus 2 vuraq 4. 25 çıxaq 8 bərabərdir 17. Aha. Y bərabər də axtarır A, X-i. Deməli, A matrisini yazacağım. 0, 0, 1, 1, 1, 2, 1, 2, 1 vuraq. X vektorunun transparenti olmuşu mənfi 1, 2, 1. Vuranda deməli yerinə. Bunlar vuranda 1, bunlar vuranda 2-ci sətir vuranda mənfi 1, 2. Və də 1 plus 2, 3, sonra buralı vuranda mənfi 1 plus 4, 3 plus 1 o da 4. Aldım belə. Bu da həmin vektordur. %37, 138. Matrisə vurmaq üçün əsas şərt A matrisinin sütunlarının sayı B matrisinin sətirlərinin sayına bərabər olmalı. Deməli, iki matrisi bir-birinə vura bilmək üçün birinci matrisin sütunlarının sayı ikinci matrisin sətirlərinin sayına bərabər olmalıdır. K vuraq N. Nəticədə C matrisi alınacaq. M vuraq N ölçülü. Məqsud ədədini tapın deyir. 0 çıxaq lambda 1, 0, burada 0 çıxaq lambda. Bu determinant bərabər olmalıdır 0'a. Buradan alıram lambda kvadrat bərabər 0 deməli. Məqsədət də 0'dir.
məxsus ədədlərini soruşur. 1 çıxaq lambda 2 -2. 1 0 çıxaq lambda, bu da 3 1 3, bu da 0 çıxaq lambda. Bu determinantı bərabər 0 həll eləməliyəm. Həll eləsəm, bu lambda kvadrat vuraq. Buradan yazacağım. 1 çıxaq lambda. Sonra paraleli bura birləşdirirəm. -6. Paralel bura birləşdirirəm. +6 minus. Buraya eləyəcək deməli, mənfi müsbət edir 2 lambda. Tuturda da bir mənfi var ona görə. -9 vuraq 1 çıxaq lambda. Sonra minus, burada da mənfi var. Eləyəcək plus 2 lambda. Bərabər 0. Və bunu həll eləməliyim. Mötərizəni açanda nə alınacaq? Deməli 6 çıxdı sıradan. 2 lambda getdi. Qaldı nə? 1 çıxaq lambdanı da buradan çıxarsam qalacaq lambda kvadrat -9 bərabər 0. Deməli 1 1-dir, bir də plus -3'dür. Xətti operatorunun matrisini soruşur. Deməli bu əmsalları yazacağım. 1 1 -1. Burada başqası yox, görürsünüz 0 0 2. Burada da x1 yox. Deməli 0 2 5. Bu da bunun məxsus vektor. Daha doğrusu xətti çevirmənin matrisi alır. Məxsus vektor istəyir burada. Bu biraz fərqlidir. Deməli əvvəl məxsusu ədəd tapacağım. 2 çıxaq lambda, burada 4 -1 -3 çıxaq lambda. Məxsus ədədlər hökmü tapılmalıdır. Mənfiləri buradan çıxartım, mənfini buradan çıxartım. Lambda +3 vuraq. Lambda çıxaq 2. Üstə görə 4 bərabər 0. Lambda kvadrat -2 lambda plus lambda -6 +4 -2 bərabər 0. Köklərin biri 1'dir. Biri də -2'dir. Deməli lambda yerinə 1 yazanda əvvəl vektor necə tapılır onu tapım. x1 plus 4x2 bərabər 0. Sonra -x1 1 vuraq x1 minus plus eləyəcək deməli. -3 minus lambda vuraq x2 bərabər 0. Bir dəfə 1 yazıram lambdanın yerinə. Onda eləyir x1 plus 4x2 bərabər 0. O birisindən də həmişə alınacaq. Onda buradan alıram ki x1 bərabərdir -4x2'ye. Əgər x2'ye məsələn -a desəm, x1'im olacaq 4a. Deməli məxsus vektorun biri olub 4a və a -a. Bu 1. İkinci halda -2 yazacağım burada bu ulduz bərabərliyində. -2 yazanda 4x1 plus 4x2 bərabər 0 alıram. Buradan x1 bərabərdir -x2'ye. Yine x2'ye bir dənə məsələn -b desəm, x1'im olacaq müsbət b. Deməli ikinci vektorum olacaq b və -b. Amma heç bir də 0 ola bilməz. Ona görə deməli heç bir 0 ola bilməz. Doğru cavab buradadır. Bu da məxsus vektorun tapılma qaydası. Aha. Məxsus aşağı təhlillərin biri ilə həll olunur. Bu determinant yazmışdım bəyək burada. A çıxaq lambda y bərabər 0. Bax bu məxsusu ədəd bu determinantdan tapılır. Məxsus ədədini soruşur. 2 çıxaq lambda. Vuraq birbaşa yazarım. 0 çıxaq lambda. Çıxaq böyle plus edəcək 1 bərabər 0. Deməli olur lambda kvadrat -2 lambda plus 1 bərabər 0. Bunu da lambda -1'in metrdə kvadrat bərabər 0 deməkdir. Lambda bərabər 1 alınır. Aha. Məxsus ədədlər belə A və B hasilini soruşur. Bu da məxsus vektor deməli. Aha. Əvvəlcə burada məxsus ədəd tapım. 2 çıxaq lambda vuraq. 3 çıxaq lambda çıxaq 2 bərabər 0. Buradan həll eləsəm bunu. Həll eləsəm lambda kvadrat -5 lambda plus 6 -2 plus 4 bərabər 0. Bu köklərin biri deməli 1 1'dir, bir də 4'dür. Onda birbaşa yazsam 2 çıxaq lambda vuraq x1 plus x2 bərabər 0. Lambda yerinə 1 yazsam.
x1 plus x2 bərabər 0 alıram. x1 bərabərdir mənfi x2 alıram. Deməli x1'im bu x2'm deməli 1 olsa x1'im onda mənfi 1'dir. Bu birinci varianta uyğun gəlir. Deməli A-nın yerində 1 durur. İkincidə 4 yazacağım burada. Demək tənlikdə 4 yazanda mənfi 2x1 plus x2 bərabər 0 alınır. Deməli x1'im bərabərdir. X'in yerine 1 yazsam burada. X'in yerine 1 yazanda koordinata. Deməli x1'im bərabər eləyir 2'də 1. Deməli B-nin yerində də 2'də 1 duracaq. A vur B hasilini istəyir. 1 vuraq 2'də 1. Verəcək 0.5. Maraqlı sualdır. Biraz amma vaxt aparan sualdır. Yeni məqsəd istəyir. Çölçülüdür. Mənfi 1 çıxaqlayamda 0. Bu da 2. 0. 3 çıxaqlayamda bu 0. 1 de 0 da bu da 0 çıxaqlayamda. Bu determinant bərabər olmalı 0. Həll eləsəm mənfi, burada da mənfi var. Deməli olacaq lambda vuraq 1 plus lambda 3 çıxaq lambda. Sonra qalanları deyəsən 0 edir. Bir də çıxaq edir 2 vuraq 3 çıxaq lambda. Bu determinant bərabər 0-a. 3 çıxaq lambdanı çıxartdım ötürü xaricinə. Lambda vuraq 1 plus lambda çıxaq 2 bərabər 0. Lambda bir dəfə alıram 3'dür. Bir də lambda kvadratı plus lambda çıxaq 2 bərabər 0. O bir köklər də 1, biri də mənfi 2'dir. Burada doğru cavab var. Deməli bunu necə həll etməli? Demək bu tipli sistemi necə həll eləmək lazımdır? Bizə A matrisi verilib. A0 matrisi verib. Yeni bir A matrisi qurmalıyam. A matrisini qurmaq üçün deməli T vuraq A matrisi bərabərdir A vurulsun T şərti ödənməlidir. Buradan deməli A0 matrisi daha doğrusu. A matrisi bərabərdir T'nin üstü mənfi 1 vuraq A0 vuraq T şərtindən alacağım mən. İndi T nəyə bərabərdir? T bərabərdir deməli 0, 1, 1, 1. Deməli, T'nin tərsini tapmalıyam. T'nin tərsi bərabər birbaşa yazacağım. Determinant mənfi 1 eləyir. Mənfi. Qabaqda bunlar yerini dəyişir. 1, 0. Bu da mənfi 1, mənfi 1. Bunda mənfiyə vuranda eləyir. Mənfi 1, 1, 1. Bu da 0. Deməli, T üstü mənfi 1 budur. Və yerinə yazıram burada. Bərabərdir. Mənfi 1, 0. 1, 1. Bu da 0. Vuraq A0'a. Mənfi 3, 1, 2, mənfi 1. Vuraq T'nin özü 0, 1, 1, 1. Bu 3 tane matrisi birbirine vuracağım. Birinci bunları vururam. 3 plus 2, 5. Bu da mənfi 1 plus mənfi 1, mənfi 2, mənfi 3. Burada alınır. Burada da 1 alınır. Vuraq 0, 1, 1, 1. Bərabərdir. Bu da 5 minus 2, 0 minus 2 daha doğrusu. Mənfi 2. Öyle değil mi? Mənfi 2. Sonra 5 minus 2. Burada 3. Bura 0 edir. Bura 1 qalır. Bu da mənfi 3 plus 1. Bu da mənfi 2 edir. Deməli alınan cavab burada göstərilib bu qayda ilə. Bunlar çevirmə anlayışından yaranır. Yeni bir matris düzəltməliyəm. Yeni bir matrisdə bu çevirmə şərtini ödəməlidir. Aha. Yine bunu verib. Deməli y bərabərdir A matrisi mənfi 1, 1, 2, 1 vuraq. X-in transformrəsi olacaq 2, mənfi 1. Mənfi 2 minus 1 bu eləyəcək mənfi 3. Burada eləyəcək 4 minus 1 burada da 3. Deməli yeni matrisim, yeni vektorum bu şəkildə olacaq. Y vektorum. Yeni oxşar qayda ilə 2 mənfi 1, 3, 4'ü vuracağım. 1 sıfıra. Bu da eləyir. Elə bu sıfıra vurulanda hər dəfə ikincilər yox olacaq. 2 və 3 alınacaq. 150. Yenə həmin qayda ilə buranı vuracağım. Deməli belə bir matrisə. 2, 4, mənfi 1 vektoruna. Olacaq nə? Mənfi 2, bura 0 eləyir. Bu da mənfi 2, mənfi 4. Sonra bura 2 plus 4, 6 minus 1.
7 6 minus 1 5 daha doğrusu bizce de 4 plus 4 ha 8 minus 1 7 ile 7 sonra 6 burası 0 ile 6 plus 1 bu da 7. Mənfi 4 7 7 bu da bir vektördur. Aha. Təkblərdən hansı neçəsi doğru deyil? Baxaq, neçəsi doğru deyil. Elektron xətt fəzən ixtiyari vektörü yeganə qayda həm fəzanın bazik vektorunu xətt qəmli şəklində göstərə bilər. Bu doğrudur. Yeganə qayda nədir? Xətt asılı olması üzərində həmin vektor birinin sistemdə yerdə qalan digər xətt kombinasiyası şəkli göstərilə bilməzdir. Bu da doğrudur. Amatrizm və xətt çevirmənin məxsus ədədi bir bərabərliyin ödəmi köklərdir. Bu səhvdir. Çünki burada determinant bura çıxaq. Deməli, A minus lambda Y determinantı sıfıra bərabər olmalıdır. Bunlar səhvdir. Determinant sıfıra bərabər olması üzərində onun sütunlarının xətt asılı olmaması, əslində xətt asılı olması bu da səhv təklifdir. A və B hasilinin rangı onların hər birinin ranglarından böyük deyil. Həmin bu doğru təklifdir. Deməli, 2 dənə təklif yanlışdır. Sonra neçəsi doğrudur deyir. Yeganə qayda həm fəzanın bazik vektor xətt kombinasiya şəklində göstərilə bilər. Bu doğruydu, bu da doğruydu. Deməli, bu doğru değildi, bu da doğru değildi, bu doğruydu. Deməli, 3 dənəsi də doğrudur. Həmin təkliflər sadəcə biraz tərsinə qoyulur. Hansılar doğru deyil? 3 və 4 doğru deyil. Burada da yəqin olub hansılar? Hə, burada da fərqlidir deməli. Xətt asılı olmayan sistem təşkil edən X vektoru bu şəkil kombinasiya ibarət sonunda bu ayrılış yeganədir. Bu doğru təklifdir. Eğer xətti fəzasında ixtiyari sayıda xətt asılı olmayan element varsa, onda sonsuz ölçülü xətti fəza ixtiyari sayıda xətt asılı. Onda bu təklif də doğrudur. Ranklar üçün bu böyükdür. Bu düzgün deyil, bu səhvdir. A kvadrat cırlaşmayan kvadrat matris deyilir. Bu səhv, bu doğrudur, əslində bu səhvdir bu dəfə. 2 dənəsi doğru deyil. Neçəsi doğru deyil? Deməli, burada nə deyirdi? Neçəsi doğrudur? Ha, onda bu da doğru deyil. Determinant sıfırda cırlaşan matris deyirlər buna. Cırlaşmayan yazılıb, bu da doğru deyil. Deməli, 3 dənəsi doğru deyil, 2 dənəsi doğrudur. Burada da ikisinədir. Onda burada da 3 dənəsi doğru değil təklifim. Burada nə deyir? Hansılar doğru deyil? 3, 4, 5 doğru deyil. Gözünüz oxşar suallardır. Hansılar doğrudur? 1 ilə 2 doğrudur. Məxsus ədədini istəyir. Çıxaq lambda, burada da çıxaq lambda eləyir. Lambda kvadrat çıxaq 1 bərabər 0-a, lambda bərabər plus minus 1-ə. Məxsus ədədini soruşur. Mənfi 1 çıxaq lambda vuraq. 1 çıxaq lambda bərabər 0-a. Deməli, biri 1-dir, biri də müsbət mənfi 1. Bu da belə. 160-da çevirməni yaz deyir. 3x1 plus 5x2. O birisi de olacaq 5x1 plus 2x2. Və bu da həmin çevirmə olacaq belə. Bu şəkildə. Çevirmənin matrisini soruşur. Deməli 1, 2 mənfi 1, sonra mənfi 1, 3, 1, 1 mənfi 1, bu da 4. Bu da 1, 2 mənfi 1, bu da həmin matris. 162. Mənfi 5, 7 olması üçün deməli 1 minus lambda, yəni belə vuraq P çıxaq lambda çıxaq 36, 4936 bərabər 0. Bir də mənfi 5 yazanda bura nə eləyir? 6 vuraq P plus 5, mənfi 5 yazdım, çıxaq 36 bərabər 0. Buradan P plus 5 çıxaq 6 bərabər 0, P bərabər 1-ə. Demək, P-nin bir qiymətində bu doğrudur. Koordinatlar nisbətini soruşur. Lambda 2, 1-dir. Yaxşı olsun. Mənfi 1 çıxaq lambda olur da 1 olur indi. Vuraq x1.
plus 2x2 bərabər 0. O birisini də yaza bilərəm. Mənfi 4x1 plus 5 çıxaq 1 vuraq x2 bərabər 0. Burada neyini şey alıram? Deməli, mənfi x1 2x1 plus 2x2 bərabər 0. x1 bərabər x2-yə deməli, koordinatlar nisbəti 1-1 nisbətdir. Yəni, hərəsindən bir pay qəbul etmək lazımdır. Bu verilib. Mənfi 1 çıxaq 3 vuraq x1 plus 2x2 bərabər 0. Mənfi 4x1 plus 2x2 bərabər 0. Buradan alıram, deməli, x1 bərabərdir 2-də 1 x2-yə. Əgər x2-yə mən 2c desəm, x1'im olacaq sadəcə c. c 2c. Bu nisbətdədir, yəni. Aha. Buradan lambda 1, lambda 2'ni çıxarsam, qalır lambda 2 plus lambda 1. Bunu tapmalıyım. 1 çıxaq lambda, vuraq. 5 çıxaq lambda, çıxaq 6 bərabər 0. Lambda kvadrat minus 6 lambda plus 5 minus 6 minus 1 bərabər 0. Lambda 1, lambda 2 deməli mənfi 1'dir. Cəmi də 6'dır. Vuraq 6. Cavab mənfi 6 edir. Uyğun çevirmə 3, 0, mənfi 6. 3, 0, mənfi 6. 1, 3, 4. Sonra mənfi 1, 0, o birisi bu da 2. Deməli bunun da çevirməsi bundan ibarətdir. Məqsədətlərin hasili yenə mənfi 1 çıxaq lambda vuraq. 3 çıxaq lambda belə olur. O birisilə qalmır deyəsən 0, bu da 0, bu da 0. Yerdə qalan bərabər 0. Deməli 1 3'dür, bir də mənfi 1'dir. Deməli başqası da var imiş. Bir də burada çıxaq 6 yaranır deməli. Bunu həll eləməliyik o zaman. Bunu həll eləyəndə deməli lambda plus 1 vuraq. Lambda çıxaq 3. Çıxaq 6 bərabər 0. Lambda kvadrat. Çıxaq 3 lambda plus 2 lambda. Çıxaq 2 lambda. Minus 3 minus 9 bərabər 0. Hasilini soruşur. Neyse bunun düz olmadı. Bu bir təzdən yazın bir dənə. Burası 0 edirik. Lambdalar deməli mənfi 1 çıxaq lambda vuraq. 3 çıxaq lambda vuraq. 0 çıxaq lambda. Yəni bir dənə də mənfi lambda. Sonra çıxaq 6 bərabər 0. Başqası qalmır da bunlar gedir. Burada nə yaranır? Deməli lambda vuraq. Lambda plus 1 vuraq 3 çıxaq lambda. 6 deməli 6 deyil də burada. 2 vuraq 3 çıxaq lambdadır. Bərabər 0. Burada çıxaq 2 vuraq 3 çıxaq lambda. Bərabər 0. Buradan deməli 3 çıxaq lambdanı çıxarsam qalır. Lambda kvadrat plus lambda minus 2 bərabər 0. Biri kökləri 3'dür, biri 1'dir, biri də mənfi 2'dir. Hasilini tapanda mənfi 6 edir. Cəmini istəyir. Bunu da eyni qayda ilə həll etmək lazımdır. Sadəcə vaxt gedir deyin yazmıram mən. Məxsi vektoru soruşur. 3 çıxaq lambda vuraq. 3 çıxaq lambda çıxaq 36 bərabər 0 həll eləyərsin bunu. Çevirmə A-1 B çevirməsini istəyir. Deməli 1, 2, 2, mənfi 2, 3, mənfi 1, mənfi 1, 2, 3. Çıxaq o bir çevirməyə baxıram. 1, 2, 4, 4, 5, mənfi 2, mənfi 2, 4, bu da 5. Bərabərdir. 0, bu da 0, bu da mənfi 2. Mənfi 6, bu da mənfi 2, bu da 1, burada da 1, burada mənfi 2, burada mənfi 2. Oladı belə. A-B çevirməsini istəyir də. A-B çevirməsini istəyirdi. 1 çıxaq 1, 0, 0. Mənfi 2 var da, cavab da var. Burada deməyəlim yoxdur. Heç nə, növbətçisini də inşallah davam edəyərik buradan. Salam, hər vaxtınız xeyir olsun.
Yeni video dersimizə başlayırıq. Video izahlara başlayırıq. 100-ə qədər sualların izahını vermişəm. İndi 101-dən başlayıram. Lambdanın hansı qiymətinin tənliyin həlli yoxdur? Xəttənliyin həllinin olmaması üçün ax bərabər b kvadrat şəkilli sistemdə baş determinant 0-a bərabər olmalıdır. Baş determinantı 0-a bərabər eləyirəm. 2 vuraq lambda çıxaq 2. Çıxaq 3 vuraq lambda çıxaq 1 bərabər 0-a. Buradan alıram 2 lambda, çıxılsın 4, çıxaq 3 lambda, üstə gələk 3 bərabər 0-a. Buradan edir mənfi lambda minus 1 bərabər 0, lambda bərabərdir mənfi 1. Deməli, lambda mənfi 1 olanda tənliyin həlli yoxdur. Burada deyir x-i tapın. X vurulsun a bərabər b tənliyi həll eləyəndə x bərabərdir b vurulsun a-nın üstü mənfi 1. B matrisi. Deməli, burada x-dir, bura a-dır, burada b-dir. 2, 0, mənfi 1, 0 vuraq. Bu matrisin tərsi, bilirik ki, baş diaqonal yerini dəyişir. Bunlar işarəni dəyişəcək. Qarşıda da 1 bölək determinant olmalıdır. Bunun determinantı verir 6 çıxaq 5. Bu da eləyib 1. 1 olduğuna görə heç nə yazmıram burada. İndi vuracam. Sətrin üstünə vuracam. 12 plus mənfi 1 0-a vururum. 12, sonra mənfi 10, sonra mənfi 6, bir də müsbət 5. Doğru cavabımız buradadır. 103. Ax bərabər b tənlinin həlli x bərabər a soldadır. A üstü mənfi 1 vuraq b olacaq. Yenə tərsini tapıram. Bunun determinantı yenə 1 eləyir. Baş diaqonal 1, 1. Bunlar işarəni dəyişəcək. Müsbət 3, 0 işarəni dəyişəndə elə 0-dır. Vurulsun b-yə. Mənfi 2, 1. Mənfi 1, 1. Bərabər matrisa vururam. Mənfi 1-i mənfi 2-yə vur. Mənfi 2, minus 3. Mənfi 5. Sonra 1 plus 3, 4 eləyir. Burada eləyir. Mənfi, deməli, mənfi 2 vuraq 0 eləyəcək. 0, üstə gələk. 1-i mənfi 1-ə vuranda mənfi 1. Sonra bir də 0, bu da 1. 1. Deməli, həmin cavab buradadır. Qeyri-bircins xəttənlər nə zaman yeganə həlli var? Baş determinant 0-dan fərqli olanda. N məhculluğu, N sayda xəttənlik. Deməli, M sayda olsaydı rang məhculluğun sayına bərabər idi. Amma kvadrat şəkilli sistem olduğuna görə elə baş determinant 0-dan fərqli olsa kifayət eləyir. Nə zaman həlli yoxdur? Baş determinant 0 olanda həlli yoxdur. Eləyir mənfi lambda. Minus, birdən də mənfi burada var. 2 vuraq. 2 alfa çıxaq 2 bərabər 0-a. Buradan həll eləsəm, mənfi alfa plus 4 alfa çıxaq 4 bərabər 0. 3 alfa bərabər 4-ə, alfa da bərabər 3-də 4-ə. Tənliyin həlli deməli a soldadır, tərs sola vurulacaq. C qalır, b də sağdadır, b də tərs sağa vurulur. 0-dan fərqli həlli var. Deməli 0-dan fərqli həlli var. Bu deməli burada nə alıram görün. X plus alfa minus 1 vuraq y bərabər mənfi 5. Bir də x plus y bərabərdir 7. Deməli, nisbətlərin bərabərliyini yazsam 1 bölək 1. Daha doğrusu 1 alfa minus 1. Bu da 1, 1. Bu determinant 0 olsa, fərqli 0 olsa 1 çıxaq alfa üstə gələk 1 bərabərdir. Fərqlidir 0-dan, alfa fərqlidir 2-dən. Alarım. Həlli yoxdur, baş determinant 0 olmalıdır. Alfa çıxaq 2, çıxaq 2 vuraq, alfa çıxaq 3 bərabər 0-a. Alfa çıxaq 2, çıxaq 2 alfa üstə gələk 6 bərabər 0. Mənfi alfa plus 4 bərabər 0. Alfa bərabər 4-ə. X-a bərabərdir b-dirsə, x bərabərdir b vurulsun a-nın üstü mənfi 1 alın.
-1, -1, 9, bu da 6. Vuraq. A'nın tərsi 8 - 9, bu -1 idi. Deməli, qabaqda olacaq. Bunu vuracağım. Deməli, determinantı elədim -1. 1 bölü -1'e vuracağım. Əvvəl bunların yerini dəyişim. 2, 4. Bunlar işarəni dəyişir. -3, -3. Bunu da vurmalıyam 1 bölü -1'e. Bərabərdir. Əvvəl vuraq, sonra işarəni dəyişərik. -1, 2 plus 3. Eləyəcək 1. Sonra 3 minus 4 -1. 18 minus 18 0. -27 plus 24 -3. Vuraq -1'e. Bunu -1'e vuranda işarə dəyişir. -1, 1, 0, 3. Cevabı almış olarıq. Kram üsuluyla həll etmək olmaz. O demək ki, baş determinant 0'a bərabər olmalıdır. Kəll eləmək olmasın. Nədir? 1, 0, 3. Alfa 1, 2, 0, 2, 1. Bax, bu determinant bərabər 0. Bunu həll eləməz. Açmaq üçün deməli nə alıram? 1 plus 6 alfa. Ne olursa 0 edir. Üstə gələk 0, çıxaq 0, çıxaq 4, olursa da 0 edir, bərabər 0. Deməli, düz altında 1, 6, sonra 0, 4, 0, 4, 6 alfa çıxaq 3, bərabər 0, alfa bərabər 2'də 1'e. Alfa 2'də 1 olanda həlli yoxdur. Rang, əsas matrisin rangı genişləndirilmişin rangına bərabərdir. Rang A bərabərdir, rang A'nın genişləndirilmişin rangına bərabər olanda sistem birgə olmasa o demək sistemin həlli var yəni. Yeganə həlli var. Determinant deməli 0'dan fərqli olmalıdır. Baş determinant 0'dan fərqli olanda 3 minus lambdanın kvadratı çıxaq 4 fərqli 0. Bunu həll eləsəz məsələ düzəlir. Həlli yoxdur. Baş determinant 0'a bərabər olmalıdır. Olur lambda vuraq. Lambda çıxaq 1. Çıxaq 6 bərabər 0'a. Buradan həll eləsəz bu da kökləri -2 ilə 3 alarsınız. Müəyyən sistem, yəni sistemin yeganə həlli olmalıdır. Nə alınır? Deməli, lambda x plus y-i keçəcəm sola. Lambda plus 1 vuraq y bərabərdir 6'ya. 3x plus 2y də bərabər 4'ə. Buradan alıram. Deməli, müəyyən sistemdir. Lambda plus 1, 3, burada da 2. Bu determinant fərqli 0 olmalıdır. Yəni sistemin yeganə həlli olmalıdır. 2 lambda çıxaq 3 vuraq. Lambda plus 1 fərqli 0'dan. Mənfi lambda minus 3 fərqli 0 lambda fərqlidir -3'dür. Cavab alarım. Həll elədik. X bərabərdir. Bunun baş determinantı 2 çıxaq 1, 1 eləyir. Determinant 1'dir. Deməli, AX bərabər B tənlidir. X bərabərdir A üstü -1 vuraq B'dir. Alıram belə. Demək, nə olur onda? A üstü -1. Bunlar yerini dəyişəcək. -1, -2. Bunlar da işarəni dəyişir. -1, -1 vuraq. -1, 0, 5. 2, -3, 4. Bərabərdir. Böləcək 1, minus 2, -1. Sonra bura vuranda 0 edir, bura 3 edir. Bura vuranda -5, minus 4, -9 edir. Sonra 1, minus 4, -3 edir. Bura edir 6. Bura 0 çünkü bunu da bura vururam. -5, minus 8, -13. Deməli, aldım belə. Yine AX bərabər B tənlidir. X bərabərdir. A üstü -1 vuraq B-yə. Determinanta baxıram. A'nın determinantı bərabərdir. 2 çıxaq 3, -1. Qabağa mənfi yazıram. Bu
Bunun yerini değişir. Demek yeni baş diagonal yerini değişir. Bunlar işarəni değişir. -3, -1. Vuraq B matrisi. 2, -2, 6, 1, -2, 5. Bərabərdir. Mənfini saxlayıram. Buranı vururam. 4, -3, 1. -4 plus 6, 2. 12, -15, -3. -2 plus 1, -1. 2, -2, 0. -6 plus 5, -1. Bu da işarəni değiştirəm. -1, -2, müsbət 3, 1, 0, 1. Alarım. Sonra x vurulsun A bərabərdir B-yə. X bərabərdir B vuraq A'nın üstü -1'ə. B matrisi 1, 4, 0, 3. A'nın üstü -1, 15 çıxaq 14 determinant 1 eləyir. Bu yerini değişəcək. 5, 3, -7, -2. Bərabərdir. 5 -8 -3 -7 plus 12. 5 bura 0, bura -6, burada 9. Bu da bunun cevabı. Kram üsulle həll eləmək olmaz. Baş determinant 0 olmalı deməli. Determinant nədir? 2, 2, 3, K, 1, 1, 1, 1, 1. Bax, bu bərabər 0. Bunu həll eləyərsiniz. Birbaşa yazsam 2 plus 3K plus 2 minus 3 minus 2 minus 2K bərabərdir 0. Buradan alım K 4 minus 3 deməli 1 minus 2 -1 minus 1 bərabər 0 K bərabərdir 1'ə. Cavab almış olurum. Bu da eyni şeydir. X bərabər B tənlidir. Buradan determinant yenə 1'dir. X bərabərdir. A üstü -1 vuraq B'dir. Bunun tərsi 3, 1, -2, -1. Vurulsun 2, 5, 1, 3. Bunu da özümüz vurarız da. 6 çıxaq 2, 4 eləyir. 15 çıxaq 6, 9 eləyir. -2 plus 1, -1 eləyir. -5 plus 3, -2 eləyir. Yine X bərabər B'dir. Bu matrisin tərsi 3 plus 4 minus 4 -1 eləyir. Deməli, yine -1'dir. X bərabərdir. Bunun tərsi mənfi. Bir dənə buraya yazıram. Burada yerini değişecek. 3, 1. Burada 2. Burada 2. Vuraq -1, 3, 4, -2. Vurun sonra həm matrisi də -1'ə vurarsınız. Biraz sürətləndirmək istəyirəm. AX bərabər B'dir. Oxşar sualdır yenə. 4 plus 12. Demək 16'da 1 olur qarşıda. Bunun tərsi 1, burada 4, burada 6, burada -2 vuraq. 2, 5, 1, 3. 16'da 1'i qarşıda saxlayarsınız. Müəyyən sistem, yəni yeganə həll var. Yeganə həll olması üçün baş determinant sıfırdan fərqli olmalıdır. 2 çıxaqlayanda 6, bu da 6, bu da 2 çıxaqlayanda. Bu determinantı həll eləyərsiniz. Qeyri-müəyyən olar, son sayda həll var. Son sayda həllin varlığı üçün determinant deməli belə bir qayda vardır. 2 çıxaqlayanda bölək 6 bərabərdir. 6 bölək 2 çıxaqlayanda o da bərabər 1 bölək 1'ə. Bax, bunu həll eləməlisiniz. Buradan alıram deməli 2 çıxaqlayam da bərabərdir 6, liyam da bərabərdir -4. Deməli bu qayda ilə alına bilər. Burada 0 olduğuna görə mümkündür yeganə 0 həlli var. Baş determinant əgər fərqli 0 olsa, baş determinant, bax bu determinant 0'dan fərqli olsa, bunun birinci sistemi yeganə 0 həlli var. Sıfırdan fərqli həlli var. Deməli, baş determinant bərabər olmalıdır 0'a. Bax, buradan həll edilməz. Görün, oxşar suallar başqa nə var? Fundamental həllər sistemini istəyir.
Birini eləyim burada. Tərəf toplasam. Eləyir 3x1, x2'lər onda yox olur. Minus x3 plus 3x4 bərabər 0. Və yaxud buradan məsələn hansını yerinə qoyursan, hansılar ödəyirsə sistemi, o da onun həllidir. Məsələn buna fikir verin, -1, -1, x3 0'dır, plus 0, bir də plus 2 bərabər 0. Görürsünüz ödəyir, deməli bu 1'dir. Başqa ona oxşar bir sual, ona oxşar bir cavab yoxdur, ona görə elə otur. Eyni qayda ilə bunu eləyərsiniz. Cavabı yerinə qoyub həll eləmək olar. Məxsus ədəd nədir? Məxsus vektor nədir? Bunlara ait ax bərabər lambda x bərabərliyini yazıram. Açıq lambda determinant 0'a bərabər olmalıdır. Bu demək ki 4 çıxaq lambda, burada 4, burada 5, 2 çıxaq lambda. Bax, bərabər 0 olmalıdır. Buradan alıram 4 çıxaq lambda vuraq. 2 çıxaq lambda, çıxaq 20 bərabər 0'a. Buradan tənliyi həll eləsəm, lambda kvadratı minus 6 lambda plus 8'dir, minus 20, deməli minus 12 bərabər 0. Kvadratlar cəmini soruşur. Lambda 1'in kvadratı plus lambda 2'nin kvadratı bərabərdir. Lambda 1 plus lambda 2 mütərizə kvadrat çıxaq 2 lambda 1 lambda. Bunu orta məktəbdən bilirsiniz yəqin ki. Cəmi 6'dır. 6'nın kvadratı çıxaq 2 vuraq -12'yə. 36 üstə gələk 24 bərabər 60. Doğru cavabı almış olarsınız. Məxsus ədəd tap deyir. 0 çıxaq lambda 1, burada 6, burada 1 çıxaq lambda. Bu determinant bərabər 0'a. Buradan alıram ki mənfi lambda vuraq 1 çıxaq lambda, çıxaq 6 bərabər 0'a. Lambda kvadrat minus lambda minus 6 bərabər 0. Bunun da kökləri -2 ilə 3'dür. Belə. Bura qədər bir video, az həcm az olsun. Növbəti videomuzu buradan başlayacağım. Salam, axşamınız xeyir olsun. Növbəti video çəkilişimizə başlayırıq. Demək, 71-ci sualdan başlayacağım. 71-ci sualda bizdən soruşur, A matrisini verir. Və bu cür belə bir funksiya verir. Fx bərabərdir 3x kvadrat çıxaq 6x plus 2. Burada 2 vuraq 1'dir də. F A-nı soruşur. F A bərabərdir. X-in yerinə yazıram. 3a kvadrat çıxaq 6a. Üstə ilə 2 vuraq 1 idi. İndi 2 vuraq y olacaq. Y vahid matrisdir. Vahid matris də bu şəkildədir. 1, 0, 0, 1'dir. Əvvəl A kvadratını tapaq. A kvadratı bərabərdir. A vuraq aya. A-nı aya vururam. Sətir elementlərini uyğun olaraq üstün elementdən vurub toplayır, yazıram. Sonra A-nı vurmalıyam 3'ə. Bu verilim A kvadratını 3'ə vuracağım. Çıxıram A-nı özünü 6'ya vuracağım və toplayıram 2y vahid matrisinə. Toplayanda da belə bir cavab almış oluram. Deməli 3 çıxaq -6, 9 plus 2 11, 12 çıxaq 12 0, 0 çıxaq 0 0, 27 çıxaq 18 üstə gələk 2, bu da eləyəcək 11. Aldığım cavab burada göstərilir. Var burada. Oxşar bir sualdır. A kvadratını yenə hesablayıram. Bərabərdə anaya vururam. Sətri bir də sütuna vurub toplayacağım. Hər bir sətr hər bir sütuna vurub toplanılır. Məsələn 2 vuraq 2, üstə gələk 0 vuraq -1. Görürsünüz, cavab elə 4 yazmışam. Həmin sətri ikinci sütuna vurub toplayıram. 0 eləyir. Sonra keçirəm ikinci sətri, hər bir sətrə vurub toplayıram, cavabı alıram. Və sonra gətirib yerinə yazır, hesablayıram. Məsələn, A kvadratını 4'ə vuracağım. 4'ə vuranda 16, 0, -12, 4. Sonra A-nın özünü 6'ya vuracağım. 12, 0, -6, müsbət 6. Yeri də 8'ə vuracağım. Y vahid matrisdir, bilirsiniz ki 1, 0, 0, 1'dir. Və sonra adı qaydada toplayıram və cavabı almış olurum. Bu sual oxşar sualdır. Da yazmıram onun həllini. Sonra A kvadratını soruşur. A kvadratını aya vururam və cavabı alıram. 74'də yenə oxşar sualdır. Və F A bərabərdir
A'nın kvadratı çıxar 3A plus 1'dir. Birin yerinə Y aid matris yazıram və hesablayıram belə bir cavabı almış olurum. Hesablama işlərini özünüz apararsınız. Demək burada deyir ki A kvadrat bərabərdir belə bir matrisə. A'nı A'ya vuracağım. A vuraq A, yəni A kvadratını tapıram bərabərdir. Uyğun olaraq vururam 3'ü çarp, üstə yerə 0 A'ya 9 plus 3'ü 0'a 0 2'ye 0. A'nı 3 A'ya, 2'ni A'ya vururum. Toplayanda 5A. 2'ni 0'a, A'nı 0'a, 2'ni 2'ye 4. Və bərabər olmalıdır belə bir matrisə. 9, 0, 10 və 4'ə. Hamısı uyğunluq var. Bir dənə 5'ə bərabər 10 olmalıdır. Oradan A bərabər 2 alıram. Sonra A kvadrat bərabər Y olmalıdır. A kvadratı necə yazıram? Yenə A'nı A'ya vuracağım. A deməli belədir. 1, 0, 2A plus 1 və 1 vuraq. 1, 0, 2A plus 1, bu da 1. Vurup toplayanda 1'i 1'e, 0'ı bura vuranda 1, 1'i 0'a, 0'ı 1'e, bura 0. 2A plus 1, 1'e vururam, bir de 1'i vururam 2A plus 1. Onda eləyir bu ikisinin cəmi 4A plus 2 eləyir. Sonra bunu 0'a vurup 1 de 1'e vuranda bura 1 eləyir. Bu bərabər olmalıdır Y aid matrisi. Yəni 1, 0, 0, 1'e. Buradan alıram ki, hər şey uyğunluq var. Deməli 4A plus 2 bərabər 0 alıram. Buradan A bərabərdir mənfi 4A plus 2. Deməli sabahın xeyir plus burada deməli 2A plus 4'dür da. Burada 4'dür, burada 4'dür. 4A plus 8 eləyir. 4A plus 8 o A bərabər mənfi 2 alıram. Sonra növbəti sual bizdən soruşur deməli A matris B matrisini verir. Deyir S2 3'ü tap deyir. S2 tap deyəndə deməli ikinci sətir və üçüncü sütun. Bir-birinə vurub toplayacağım. 1'i vururam 3'ə, üstə gələk 0 vururam 2'yə. Bərabər cavab eləyəcək 3. Sonra A kubunu istəyir. 3 dənə A'nı yanaşı vururam. A kubu bərabərdir 3 dənə A'nı yanaşı. O da A kvadrat vuraq A deməkdir. Əvvəlcə A kvadratını tapacağım. Yəni A'nı A'ya vuracağım. Yuxarıda bunu işləmişəm mən. Burada işləmişəm. Göstərilir burada. Sətir elementlərini sütun elementlərini vurub toplayacağım. Adi qaydada vurulur, toplanılır, A kvadratı tapılır belə. Sonra bir də vuracağım A'nın özünə. A'ya vurandan sonra da belə bir matris almış olacağım. Sonra A kubunu istəyir yenə. Əvvəl A kvadratını tapıram. 1, mənfi 2, 3, 4, mənfi 4'ü vuracağım. 1, mənfi 2, 3, mənfi 4'ə. Və bu vurub toplayıram. Yenə də vurub toplayanda nə olur? 1, minus 6, mənfi 5. Sonra mənfi 2, plus 8, 6. 3, minus 12, mənfi 9. Mənfi 6, plus 16, bu da 10. A kvadratın təzədən, bax bu matrisi vuracağım. Mənfi 5, 6, mənfi 9, 10'u vuracağım A'ya. 1, mənfi 2, 3, mənfi 4'ə vururum. Bunu toplayıram. Mənfi 5 plus 18 eləyəcək 13. 10 minus 24, mənfi 14. Sonra mənfi 9 plus 30. 21, sonra 18 minus 40. Bu da mənfi 22. Belə bir matris alınacaq. Bu da doğru cavab burada var. Sonra 81. En cüt ədəddir. A üstlərini soruşur. Mən elə A kvadratını taparam əvvəlcə. A'ya vuracağım. A vuraq A. Vururam və görürüm ki, vaid matris alınır. Vaid matris alınırsa təməzdən A üstü 4'ü tapanda da A kvadratını vururam A kvadratını. Bu da vaid matris, bu da vaid matris. Bir-birinə vuranda hökmən vaid matris alınır. Ona görə cavabda hökmən vaid matris alınacaq. 81, 82'ye baxıram. 82'də
Demek deyir ki, bunun determinantı nəyə bərabərdir? 14'ə. Bunun determinantını bərabər edəcəm 14'ə. Vururam. Baş diagonalın hasili mənim 84. Deməli, baş diagonalın hasilini yazanda neçə deyir? Demək, baxaq. 5, 2, 6, 60. 3, 4, 7, mənfi 84, plus da orada düsturda. Sonra bir də plus bu 0. Sonra minus burada 0. Sonra bu qonşu bura vurulur. 4, 5, 20 vuraq x minus 5. Bir də deməli mənfi 18 vuraq x minus 3 düsturda da bir dənə mənfi var. 18 vuraq bunu bərabər 14'ə. Buradan hesablasam belə bir bərabərliyi alıram. Özünüz hesablaya bilərsiniz. X bərabər 4 alınır cavabda. Sonra demək, xətta solum sətir sunan maksimal saniyəsidir. Yəni rangı soruşur məndən. Rangı necə tapıram? Əvvəlcə baxıram, bu M2'dir. M2 bərabərdir 5, 3, 4, 3. Bunun determinantına baxıram, 0'dan fərqlidir. Ona görə bunu haşiyələ minora baxıram, M3'ə. M3 bərabərdir 5, 3, 5. Bu eləyir 75. Üstə gələk 4, 2, 8, 64. Üstə gələk 3, 7, 3, 63. Çıxaq. İndi iki tərəfə gedirəm 72. Paralel tərəf təpə ilə birləşir 70. Bir də 4, 3, 5. Bu da 60. Buradan hesablayanda eləyir. Belə bir cavab 0 eləyir. M3 0'dırsa, deməli rang 2 qalır. Rang 2 olur. Tənliyi həll edirəm. Mən açmışam baş diagonalın hasili. Paralel təpə ilə birləşir. Bu birisi paralel bir təpəyə gəlir bucaq qayda. Sonra bu çıxaq bu. Çıxaq burada 1. Bir də çıxaq bu. Bərabər 0'a. Buradan həll eləsəm, lap həll eləyərəm. İstəyirsiniz həll eləyim. 2. Çıxaq x, çıxaq 3x plus x'in kvadratı. Bu 1, 1. Üstə gələk 2 yaxşı. Çıxaq 1 plus x minus 1 minus 2 plus x bərabər 0. X'in kvadratı. Burada x, 2x, çıxaq 3x, çıxaq x, 2 plus 2, 4, çıxaq 1, 3, çıxaq 1, 2, 2 çıxaq 2, 0 eləyir, bu da 0. Köklərin nəyini soruşur? Köklər cəmini istəyir. Köklər cəmində bunun ek işarə. Biri 0'dır, biri də 1'dir. Deməli, cəmdə 1 eləmiş oluruq. Oxşar sualdır. Yeni baş diagonalın hasili. 2x'in kvadratı plus 9x plus 12 minus 18 minus 1, 3 minus 3x kvadrat minus 4x bərabər 0'a. Bunu həll eləsəz tənliyin kökünü taparsınız. Növbəti sual. A kvadrat 4y'yə bərabər. Y bilirsiniz White matrisdə. Y bərabərdir 1, 0, 0, 1'ə. 4'ə də vuranda belə alıram. 4, 0, 0, 4 alıram. Anı aya vururam. Bu eləyəcək deməli 4 plus 0, sonra 0 plus 0, 4, 2'yə vurulur bu deməli 2, 2, 4 vurulsun belə 2k plus 1 eləyir. Onu da bərabər eləməliyəm 0'a. Bunda k bərabər mənim 0, onda 5 alıram. %87. Artıq bu təkliflərdir. Baxaq. Hansı doğru deyil? Matrisin deməli rangı onun sətir sütunların sayından böyük deyil. Bu bir. Bu doğru təklifdir. Rang n-dirsə, hökmən determinant 0'dan fərqlidir kvadrat matrislər üçün. Əgər rang n-dirsə, determinant hökmən 0'dan fərqlidir. Burada səhvdir. Rang 1'dirsə, anın bütün sətirləri elementlər 0'dır. Bu səhvdir. Transfer determinant dəyişmə seç vaxtı. Deməli 3 ilə 4 səhvdir. İxtiyar sətir element cəmi hasillər cəmi bu determinantın bir əsas xassələrindən biridir. Bu doğru təklifdir. Deməli 3 və 4 səhvdir. Bu doğru cavab budur. Neçəsi doğru deyil? Neçəsi doğru olmadı? Deməli 3 ilə 4 doğruydu da, doğru deyil də 2 dənəsi. İkisi doğru deyil. Neçəsi doğrudur? Məsələn 1, 2, bir də 5 doğruydu da 3 dənəsi doğrudur. Hansılar doğrudur deyirindi? Hansılar? 1, 2, 5 doğrudur. Görürsünüz, bəyəx eyni sualdır, sadəcə fərqli formada qoyulub. Burada diqqət edin ki,
Bax burada AIJ yoxdur. Görürsünüz, hamısında var. Bu elementlər var. Bax burada da var. Burada da var. Görürsünüzmü? Bir dənə burada yoxdur bax. Deməli burada olmalıydı A1J. Amma yoxdur. Deməli bu səhvdir. Doğru olmayanı göstər deyir orada. Yenə də M2 sıfırdan fərqlidir. M3'ü hesablamışam. Determinant yəni 2, 3, 1, -3, -1, -4, 1, 5, 3. Hesablayıb sıfırdan fərqli almışam. Deməli rankda 3'ə bərabər olacaq. A parametr hansı qiymətində Kramer həll eləmək olmaz. Əgər sistemin baş determinant sıfırdırsa bunu Kramer'in həll eləmək olmaz. 1, 0, 1, A, 1, 2, 0, 1, 1 bərabər 0'a. Bunun determinantı açsam 1 plus A və alaram belə A bərabər 1 alınır. Determinant hesablayarsan alırsan 1. X vurulsun B bərabərdir. A vurulsun X vuraq A bərabər B isə X bərabərdir B vuraq A ismi. Çünki sağdadırsa tərs sağa vurulacaq. Burada 0 matris. 0 matrisi nəyə vursam onsuz da 0 alacağım da. Deməli 0 matris almalıyam. Sonra həlli yoxdur. Yəni bu baş determinant 0'a bərabər olmalıdır. Buradan bax bu baş determinant bərabər olmalıdır 0. Mən də onu hesablamışam. 2 liyam da üstə gələk. Bu 1 bura vurulur da. Çıxaq vurur da. Və buradan alıram liyam da bərabər 4'də 1. AX bərabər B tənliyin deyir həll elə. AX bərabər B isə X və A mənfi 1 vuraq B-yə. Bu iki ölçülü matrisin tərsini tapanda 1 bölək determinantı yazıram. Bir də baş diagonal yerini dəyişir. 1, 1. Bunlar işarəni dəyişir. Bura 0, bura müsbət 2 eləyir. Yəni bu A-nın üstü mənfi 1'dir. Bu determinant da burada. Bunun determinantı 1 eləyir da. O 1 elədiyinə görə heç nə dəyişmir. Deməli bu vurulsun buna. Matrisə vurma qaydasını mən hesablaya bilərəm. Yeganə həlli var. Bax bu baş determinant 0'dan fərqli olmalıdır. Fərqlidir 0'a. Bax bu determinant 0'dan fərqli olmalıdır. Və mən də yazmışam 0'dan fərqlidir və lambdanın fərqlidir 1 və -2 alınır. Yeganə həlli var. Yenə bax bu baş determinant 0'dan fərqli olmalıdır. Və həll eləmişəm. Lambda 0 və 1 ola bilməz. Buradan B matrisi sağdadır, tərs də sağa vurulmalıdır. Ona görə cavab budur. Burada xətti həll elə deyir xətt tənliklər sistemini. Demək A üstü -1 vuraq B-yə. A-nın üstü -1'i tapıram əvvəlcə. 1 bölək determinant 3 çıxaq 2 1 1 bölək 1. Baş diagonal yerini dəyişəcək. Bura 1, bura 3. Bunlar işarə dəyişikliyi olacaq. -1, -2. Və bunu həmin bu matrisi vuracağım bu birisi matrisə. Çünki AX bərabər B idi, X də bərabər A üstü -1 B olur. Və buranda da belə bir matris almış olaram. Hələlik bura qədər. İnşallah ki, növbəti videolarda görüşənə qədər. Salam, hər vaxtınız xeyir olsun. Növbəti video izahımıza başlayacaq. Deməli 71-ci sualdan başlayacağım. A matrisini verib fx bərabərdir 2x kvadrat çıxaq 6x plus 2 olarsa f-anı tapın. F-a nə deməkdir? Yəni burada 2 vuraq 1 nəzərdə tutulur. X-in yerinə a yazacağım. 3a kvadrat minus 6a plus 2 yedir. Burada demək nəyi tapmalıyım? A kvadratını. A kvadratını tapandan a'ya vururam. Sətri sütun elementlərini vurub toplamalıyam. -1, -1 elədi 1 plus 2 vuraq 0 o da elədi 1. -2 plus 3 vuraq 2 6 bu da 4 eləyir. Sonra 0 bu da 0 elədi. Sonra 0 bu da 3-ün 3'ü vuranda 9 elədi. Y vahid matrisi də belədir. Yerinə yazıram. Deməli 3'ə vuracağım. Bu matrisi 3'ə vurmalıyam. 3'adır çünki burada. 3, 12, 0, 27 çıxaq. Bu birisini 6'ya vuracağım. A matrisinin özünü 6'ya vuracağım. -6, 12, 0, 18. Y matrisini də 2'yə vuracağım. Və burada adi qaydada toplayacağım. 3'dən -6'nı çıxanda 9 plus 2, 11. 12'dən 12 çıxanda 0. 0'dan 0, 0. 17'dən 18 çıxıb üstünə 2 gəlsəm edəcək 11. Doğru cavab verilmişdir. 72-ci sualda oxşar sualdır. Yenə də 4a kvadrat çıxaq 6 plus 8'dir. Yenə a-nı a'ya vururam. A kvadratını tapıram.
ve sonra 4'e vururam. 16, 0, mənfi 12, 4 çıxaq. Anı yenə 6'ya vuracağım. 12, 0, mənfi 6 və üstə gəlir 8'in də y'yə vuranda belə alınır və çıxma əməli adi qaydada 16'dan 12 çıxır, üstə 8 gələndə 12, 0, sonra mənfi 12'də mənfi 6 çıxanda mənfi 6, deməli mənfi 6, o birisi də 4'dən 6 çıxır, üstə 8 gəlsən, verəcək 6. Ama buradan görsən, daha doğrusu 12 0'ı görəndən sonra 12 0 başqa yerdə yoxdur. Fikir verirsiniz. Ona görə də cavab elə olacaq. Oxşar sualdır. Yenə f-a bərabər 2a kvadrat çıxart 4a plus 5 yedir. Belə hesablayacaqsınız. Sonra a kvadratını tap deyir. A-nı vuracam aya. Vuranda sətri sütuna vurup toplayıram. 1 plus 0, 1 elədi. Mənfi 2, mənfi 2, mənfi 4 elədi. 0, bu da 0. 0, bu da 1'i 1'e vuranda 1 elədi. Alınan cavab da burada görsədilir. Sonra eyni qayda ilə f-a bərabərdir. A-nın kvadratı çıxaq 3a plus 1'in yerinə white matris yazıram. A-nın kvadratını tapanda mənfi 1, 0, 1, 2'ni vuracağım. Mənfi 1, 0, 1, 2'ye. Görüm ne eləyir? 1 plus 0, 1 elədi. Sonra 0, bu da 0 elədi. Mənfi 1 plus 2, 1 elədi. 0, bu da 4 elədi. Deməli oldu 1, 0, 1, 4'dən çıxıram. İndi anı 3'ə vururam. Mənfi 3, 0, 3, bu da 6. Üstə gələk 1, 0, 0, 1'ə bərabərdir. 1'dən mənfi çıxanda 4, 4'ün üstə 1 gələndə 5, 0, 0, 0 eləyir. 1'dən 3 çıxanda mənfi 2 eləyir. 4'dən 6 çıxıram. Mənfi 2 üstünə 1 gələndə mənfi 1 eləyir. Cevabımız olacaq bu şəkildə. Aha. 76'da fərqlidir. Sual a kvadrat deyir, buna bərabərdir. Əvvəl a-nı aya vururam. Vuranda 9 plus 0, 9. Salam, hər vaxtınız xeyir olsun. Değerli tələbələr. İndi sizinlə kollegium suallarına, oxşar sualların izahını verəcəm sizə. Nə tipli suallarla rastlaşa bilərsiniz? Belə bir tiplə rastlaşa bilərsiniz. A kvadrat y'ye bərabərdir. A kvadrat nə deməkdir? A vuraq a deməkdir. Y də white matrisdir. 1, 0, 0, 1'dir. Bir-birinə vururam. Bunun yanına demək yazıram 1, 0, a və 1. İndi vuranda gör nə eləyir? Deməli bu birinci eləyir 1, ikinci eləyir 0, bu da 0. Sonra eləyir 0, a vuraq 1, üstə elə 1 vuraq. Bu da elədi 2a. Burada da yenə də alacaqsan 1. Demək bu white matrisə bərabər olması üçün uyğun yerdə deyənlər bərabər olmalıdır. Buradan 2a bərabər 0 alıram. Deməli a bərabər 0 olmalıdır. Məsələn bu tipli sual var. Bu tipli sual var. Belə nəzəri suallar da var. Sonra daha nə tipli suallar var? Təxminən bunları belə bir sıralama ilə eləmişəm mən. Məsələn x1'i 0 verir. Burada x-ni verir. Deyir ki 3-4 həddinin cəmini tap. N-ə neçə verəndə bura tapıla bilir? N-ə 2 verəndə. Deməli x2 bərabərdir. M1 plus 3'ə, yəni x1. Bu da 0 plus 3 eləyir. 3. Deməli x3 tapanda x2 plus 3. Bu da 3 yerinə yazanda 6 eləyir. x4 tapanda x2 plus 3. Bu da eləyir 6 plus 3. Bu da 9 elədi. Deməli x birim 0'dır. Sonra 3 gəlir 6 və 9. Bunların hamısının cəmi bir yerdə 9, 9, 18 verir. Bu tipli suallar var. Sonra belə bir sual var. Orada məsələn qiymətlər çoxluğunu istəyir. Üstü funksiyanın qiymətlər çoxluğu a üstü x-in qiymətlər çoxluğu. Biləsiniz ki, 0'dan müsbət sonsuzdadır. Amma burada bir şey var. 5'in üstündə mənfi x kvadrat anlayışı var. Mənfi x kvadrat bu 5'in üstündədir. Plus 1. Bunu yazarım 5 bölək 5 üstü x'in kvadrat deməkdir. Bu da 5 üstü 1. X 0 olanda 5 edir. 5 görünür burada var. Başqa yerdə 5 yoxdur? Yox. Amma funksiya özü də 0'ı ala bilməz axı. Amma 0'a yaxınlaşa bilər. X sonsuzluğa yaxınlaşanda bu kəsr məxrəc sonsuz böyür deyil. 0'a yaxınlaşır o da. Demək cavab 0,5'dir.
Sonra belə bir nəzəri sualdır. Matrisa vurmaq üçün zəruri şərt birinci matrisin sütunlarının sayı ikinci matrisin sətirlərin sayına bərabər olmalıdır. Məxsusa da istəyir. Baş diagonaldan lambda çıxıram. Elə bil mənfi lambda qalır, 1 olur, 0 olur, mənfi lambda. Bu determinant bərabər olmalıdır 0-a. Buradan da alıram lambda bərabər 0-dır. Lambda kvadrat daha doğrusu bərabər 0, deməli 2 dənə 0, 0 məxsus ədəddir. Təminin həlli olmaması üçün gəlib bu baş determinant nə olar? 0-a bərabər olar. Buradan da alıram nə? Lambda çıxaq 3, çıxaq 2 vuraq, lambda çıxaq 1 bərabər 0-a. Buradan həll edib lambda bərabər mənfi 1 ala bilərsiniz. Həlli yoxdur. Yenə eyni şeydir. Baş determinantı bərabərləyəcəksən 0-a. Kramersi həll eləmək olmaz. Baş determinantı gərək 0-a bərabər edəsən. Yəni 1, 0, 1. Burada A-dır. 1'dir, 1'dir. Sonra 0, 1, 1. Bax, bu determinant bərabər 0 həll eləməlisin. Yeganə həlli var. Deməli, baş determinant 0-dan fərqli olmalıdır. Bax, bu baş determinant fərqlidir. 0 götürürsən və həll edirsən. Bir dənə fərqli 0 variant var cavablar içində. Bu sual da var idi, orada da var. Hansı doğrudur? Sətirlə sütunların yerini dəyişəndə determinant dəyişmir. Ona görə bu xassə doğrudur. Burada da yenə görürsünüz qaydalardır yenə. Hansı yanlış, hansı doğrudur? Nə zaman əksinə dəyişir? İki sətrin yerini dəyişsən determinant tək işarə ilə dəyişir. Burada nə zaman 0-a bərabərdir? Hər hansı bir sütun yalnız hər hansı bir sətir ya sütun 0-sa determinant da 0-dır. Hansılar doğrudur məsələn? Ola bilər hansı nə zaman yalnız 0 həlli var, baş determinant 0-a bərabər olmasa. Yəni baş determinant fərqli 0 olanda yalnız yeganə 0 həlli var. Söhbət bircin sistemdən gedir. Birinci sistemin 0-dan fərqli həlli var. Gərək sistemin rağında məhsulların sayından kiçik olar. R-dən kiçik olmalıdır. Bu yeni qaydadır. Qaydalar biləsiniz. Sistemin 0-dan fərqli həllinin varlığı üçün gərək baş determinantı bərabərləyəsən 0-a. Yəni 1, mənfi 1, mənfi 1. A-dır 4-dür, 2-dir. 3-dür, 7-dir, 3. Bu bərabər edəsən gərək 0-a. Demək, növbəti sual bu y üstü mənfidir. Görürsünüz, bu da yenə bir belə y üstü x kvadrat bölü 2 funksiyası 0 ala bilməz, amma x 0 olanda 1 ala bilir. Görürsünüz mü? Burada 0'a alıb bu heç olmaz. 3 alanmır ümumiyyətlə, 3'ə çatmır, 2'ə çatmır, 2'ə çatmır. Və belə şeylərlə tapa bilərsiniz. Məxsusa da tansı qayda ilə təyin olunur. Determinant vaxt görürsünüz mü? A minus lambda y vaid matrisi bu determinant 0'a bərabər olma tənlikdən tapılır. Sistemi həll elə. Burada x bərabər elə bir A, x bərabər B tənliyidir. X bərabər danış mənfi 1 vuraq B-yə. İki tərtibli matrisin tərsi qarşıda determinantı olur. Yəni 3 çıxaq 2, 1 bölək 1. Bunlar yerini dəyişir. Bunlar da işarəni dəyişir. Vuraq, buradakı matrisin özü 1, 2, 7, 0, 4, 8. Vurma qaydası da sətir sütuna vurulub toplanılır. Yəni, birinci sətir birinci sütuna vurulub toplanılır uyğun olaraq. Burada 1 alacağım. Sonra 2 çıxaq 8, mənfi 6 alacağım. Da mənfi 6 olan vəziyyət bizcə yerdə, burada da var. Onda ikinci obisini də vururam. 7 çıxaq 16. Bu da mənfi 9. Obislər də tapıcınız yaza bilərsiniz. Yəni, bu variant yalnız bir yerdədir. Həlli yoxdur. Yenə determinantı bərabərləyəcəksən 0-a. Oradan tapacaqsın. X-i tap deyil. İndi x vuraq A bərabər B təmliyinin həlli x bərabər B vuraq A üstü mənfi 1-dir. Yəni, olacaq nə? 2, 0, mənfi 1, 0 vuracaq. Bunun tərsi. Tərsi də 6 çıxaq 5, determinant 1-dir. Bunlar baş diagonal yerini dəyişir, bunlar da işarəni dəyişir. Belə. Yeganə həlli var, aydındır. Həlli yoxdur. Bax, bu baş determinant bərabər edəsəm 0-a, həlli yoxdur. X-in yerinə hər yerdə 1 bölək x yazacağım. 1 bölək x plus 4 bölək
1 bölü x minus 4. Sürət məxrəci x-ə vursam 1 plus 4x 1 çıxaq 4x alaram. Hansı nə artan, nə də azalan var? Bu mənfidir, görürsünüzmü? Gah eləyəcək mənfi 2, müsbət 2, mənfi 2, müsbət 2. Nə artmır, nə də azalmır. Ona görə bu yalnız budur. Bu qaydalardır. Bunları oxuyun zəhmət olmasa. Hökmən o qaydalar oxunmalıdır. Nə zaman sıfırdan fərqli? Birinci sistemin sıfırdan fərqli əllərin varlığı üçün gərək baş determinant 0 ola. 1, mənfi 1, mənfi 1, 4, bu da k, 3, 7, 3. Görürsünüzmü? X, B bərabər D. Deməli, X bərabər olmalı. D vuraq, B üstündə mənfi 1-ə. X bərabərdir. A soldadır. Tərs də sola vurulur. C qalır. B yetərdən tərsi sağa vurulur. Qaydalardır. Burada da qaydadır. Yəni, bu qaydaları yaxşı-yaxşı oxumaq lazım. Minorların sayını, K tərpli minorların sayı N tərpli determinantın K tərpli minorların sayı, bax, bu düsturu yaxşı yadınızda saxlayın. Kombinasyon N-dən K üstündə kvadrat. Biz indi təzə işarələmədə belə yazmış. Kombinasyon N-dən K mütərizənin kvadrat kimi yazmış. Hansının tərsi var? Burada determinant hansında sıfırdan fərqlidirsə onun tərsi var. Görünüş ki, bu C variantıdır. C üçün doğrudur. Bu qaydaları oxunmalıdır. Qaydalar bilinməlidir. Vaxt yoxdur, sadəcə hamısını izah eləməyə izah eləyərdim. Sıfır matrisin ümumiyyətlə rangı da sıfır qəbul olunur. Rang matris ədədə vuranda ölçü dəyişmədiyinə görə rang da dəyişə bilməz. Rang dəyişməz ya da -1 olur. Bir sətri çünki silirəmsə azala bilər. Əlavə eləsəm arta bilərdi. Rang nəyə deyilir? Sıfırdan fərqli yüksək tərpli minorun tərtibinə fikir verirsinizmi? Hansı həmişə doğru deyil? Bax, bu kommutativli şərt həmişə doğru deyil. Belə, bura qədər hələlik bəsdir. Növbəti videomuzda davam elətdiririk. Matrisin rangı transparent eləyəndə dəyişə bilərmi? Xeyr, dəyişə bilməz. Sonra, sıfırdan fərqli həlli var, demək, bu sualı çıxartmışam, amma yenə də deyim sizə. X üstə gələk, burada lambda çıxaq 1 vuraq, Y bərabər -5. X plus Y bərabər 7-dir. Buradan baş determinant sıfırdan fərqli olmalıdır. 1, lambda çıxaq 1, 1, 1. Bu determinant fərqli sıfır olanda alınır. Həlli yoxdur, bu determinant bərabər olmalıdır sıfıra. Həll eləməlisiniz, oradan alacaqsınız. Məxsul vektorini istəyir. Deməli, əvvəl məxsul ədədi tapılmalıdır. 3 minus lambda, -4, -2, bu da 1. Determinant bərabər sıfıra. 3 minus lambda çıxaq 8 bərabər sıfıra. Lambda buradan bərabər eləyir nə? 5. -5. Lambda yerini -5 yazanda eləyir 8x1 minus 4x2 bərabər 0. Buradan x1 bərabərdir 2x1 bərabər x2'yə. Demək, x1'ə c desəm, buradan həll almış olaraq. X2 də bərabər eləyəcək 2c-yə. Deməli, c 2c alıram. Buradan 1 minus lambda bu da var. 3 minus lambda vuraq, 1 minus lambda. Determinant. Buradan lambda bərabərdir. Nə alınır? Desin, səhv elədim bunu. 2 dəqiqə. Lambda kvadrat minus 3 lambda minus 4 lambda plus 3 minus 5 bərabər 0. Kökü -1 ilə müsbət 5-dir. -1 yazanda 4x1 minus 4x2 bərabər 0. x1 bərabər x2'yə. Görürsünüz, b. Bu 1 hələ. Bir də 5 yazanda nə olur? -2x1 minus 4x2 bərabər 0. x1 bərabərdir. Deməli, nə alıram?
-2 x2 alıram. x2 bərabər a olsa, x1-in -2a edir. -2a və a. Tənli həll eləm. X vuraq a bərabər b tənlidir. X bərabər b vuraq a üstü -1. Buranı vuracam deməli nəyə? Bunun tərsi 8 çıxaq 9 -1. Olsun nəyə? Bunlar yerini dəyişir. Burada işarəni dəyişir. -3, -3. Matris-matrisə vurma qaydasına ilə qarşıda -1 var. Bunu unutmaq olmaz. Belə. Doğru olmayan bərabərsizliyi göstər. Burada görürsən hansındasa A, I, J. Bu yoxdur. Bax burada. Hamısında A, I, J var görürsən. Bir dənə bu yoxdur. Bu doğru olmayan bərabərlikdir. Məxsus ədədlərini tapın deyir. Məxsus ədədlərini və məxsus ədədlərini tap deyir. Yenə bu sual oxşar sualdır. Və yaxşı kimi eləmək olar. Sual təkrardır daha doğrusu. Bu biri çıxarılır sualın haqqası. Hansı ilə təyin olunur? Bu deyil, bununla təyin olunur. Məxsus ədədlər yenə 2 çıxaq lambda vuraq. -3 çıxaq lambda üstə yerək 4 bərabər 0. Bu tənli həll olunmalıdır. Lambda tapılır. Sistemdə yerinə yazılmalıdır. Demək nə olacaq bu? Lambda kvadrat 3 lambda çıxaq 2 lambda eləyir. Plus lambda -6 plus 4 edilir -2 bərabər. Biri 1'dir. Bir də -2'dir. 1 olanda nə olur? Burada çıxaq lambda, çıxaq lambda. 1 olanda olur nə? x1 plus 4 x2 bərabər 0. Deməli, x1 bərabər -4 x2'yə. Demək, x2'yə mən -a desəm, x1'im olur 4'ə. Gördün mü? Bax burada. Başqa yerdə yoxdur belə bir cavab. Məxsus ədədlərini buradan lambda çıx. Buradan çıxaq lambda, buradan çıxaq lambda. Determinantı bərabər ilə 0. Aha. Y-i tapmaq üçün, bax bunu vuracağım x-in transformasiya olunmuşuna. Nəyə? -1, 2, 1. Buna vurup toplayacağım, alacağım. Fikir və burandan sonra nəticədə 1. Sonra ikincini vurup toplayanda buranı buranda -1 plus 2, 1 eləyir, plus 2 bu da 3 eləyir. Sonra bir eləyir -1, 4 plus 1 bu da 4 alınır. Aha. Buranı 2'ye vuraq toplayaq. 5x1 minus x2 bərabər 0'a. Deməli, x2 bərabərdir 5x1'ə. x1'ə s desəm, x2 5s olur. Oradan da birisini tapsam 11s alırım. Burada da buranı indi 3'ə vuraq toplayaq. 6 plus 1, 7x1 plus 9, 11x2 bərabər 0. Deməli, x1'im olacaq 11'si, x2'm olacaq -7'si. Və yerinə yazıb x3 tapa bilərəm, o da -s yaradır. Yenə həmin şeydir. Bunu boyunca keçirib müəyyən sistem olması üçün yeganə həll olmalı. Baş determinant 0'dan fərqli olmalıdır. Lambda üstə gələk 1, 2, bu da 4. Fərqli 0'da müəyyən sistem olmalıdır sistem. Qaydalar oxunmalıdır. Baz hissələrinin sayını rang 2'dir. Məhsulların sayı da n də 5'dir. 5'dən 2 çıxanda 3 eləyir. Bax, baz hissələrinin sayı bu qayda ilə tapılır. Baz hissələrinin sayı. Deməli, burada 4'dür, 4'dən 2 çıxıram 2 eləyir. Qaydalar oxunmalıdır. Qaydalardır. Bu da qaydadır. Burada yenə x buradan bərabər daha üstü -1 vuraq b-yə. Bunun tərsi 1, deməli nə olur? Bax yazıram 1, 1. Bura 3, bura 0 eləyir. Vuraq. -2, 1, -1, -1. -1 müsbət 1 daş. Vurup tapmalısın cavabı. Zəruri və kafi şərt matrisinin ranga deməli genişləndirilmiş rangı əsas matrisinin rangına bərabər olmalıdır. Bu Kroneche-Capelli teoremidir. Yeganə həlli var, bu determinant 0'dan fərqli olmalıdır.
Yenə müəyyən sistemdir, yeganə həll olmalı. Deməli, lambdadır, lambda plus 1'dir, 3'dür, bu da 2'dir. Və bu determinant fərqli 0 olmalıdır. Yenə AX bərabər B tənlidir. A'nın üstü mənfi 1 vuraq B'yə həll eləməliyik. Sətirlərin sayı 3'ə bərabər olması üçün gərək bu determinant fərqli 0 olur. Ki 3 tərtibli determinant 0'dan fərqli olanda rang 3 eləyir. Köklərcəm, adi qaydada bu vurub açıram. Birini vururam. 2x kvadrat. Üstə gələk 9x. Bu paralel tərəf plus 12. Çıxaq, indi x diagonala gedirəm. 18 çıxaq. 3x'in kvadratı çıxaq 4x bərabər 0. Bunu həll eləməliyik. Yenə rangı tapıram. Görünür bu determinant 0'dır ki, bu iki tərtibli determinant 0'dan fərqlidir. Rang 2 verir. Hə. Qüvvətə yüksəldəndə bunları, bax bura n gəlir bir dənə. Hər şey yer, burada n olur. Bax bunların da üstü n olur. Bax, fikir ver. 0 da aydındır. 0'ı n'ə vuranda 0 edəcəkdir. Sonra bu kvadratı tapanda ilə kvadratını tapanda bu ait matrisi alıram. 1, 0, 0, 1. Özünü vuran kimi avtomatiğe alınır. Hə, bunu 3 dəfə özünə vuracağım. A kubu bərabərdir. A vuraq, A vuraq, A. 3 dəfə yanaşı yazıb özünə vurmalısınız. Yenə eyni şeydə A kubunu tapmaq. Qaydalardır. Məqsəd tap. 0 çıxaqlayanda, 1 çıxaqlayanda. Determinant bərabər 0 edir. Mənfi lambda 1, 6, bu da 1 çıxaqlayanda. Bu determinant bərabər 0 həll eləməliyəm. Beləcəklə lambda kvadrat, minus lambda, minus 6 bərabər 0. Bunun kökləri də mənfi 2 ilə müsbət düşdü. Yenə 6 çıxaqlayanda 3, mənfi 3, bu da 0 çıxaqlayanda. Determinant bərabər 0. AX bərabər B təmlinin həllidir. X bərabərdir. A üstü mənfi 1 vuraq B'yə. X vuraq A bərabər B'dir. X bərabərdir. B vuraq A üstü mənfi 1. Sonra Kramer həll eləmək olmaz. Baş determinant bərabər olmalıdır 0'a. 2, 2, 3. K'da 1'dir, 1'dir. 1, 1, 1. Determinant Kramer'da Kramer'ini eləmək olmur. Hə, buradan x bərabər dağın üstü mənfi 1 vuraq B'yə. Qaydasıdır da bunun. Həllər cəmini istəyir. Hə, burada həlləri gərək tapasınız. Bax, görürəm ki 1 ödəyir də bunları, eləmi? Deməli, 3 dənəsinin cəmini burada 3 edir. Hə, zərb və kaf şərt əsas rang genişləndirilmiş rangına bərabərdir, qaydalardır. Bu da qaydadır. 0'dan fərqli həll var. Baş determinant gərək 0'a bərabər olur da. Lambda, bu da lambda. Bu determinant bərabər 0. Bu da lambdan 0 və mənfi 1 qiymətində ödənir. Hə, yenə baş determinantı bərabər eləməliyəm 0'a. 2, 1, mənfi 1. 1, 2, 1. Lambdadır. Bu da mənfi 1, 3'dür. Həll edib tapacaqsınız. Yenə bu da qaydadır, qaydanı oxumaq lazım. Növbəti sualları da izahını verərik. Salam, bir daha davam edirik. Deməli, növbəti sualımız x vuraq A bərabər B tənlidir. Bu saxta B 0 olduğuna görə elə x 0, 0 olacaq. Bu şifahi sualdır. Hə, tənliyin 0'dan fərqli həll olması üçün bu determinant 0'a bərabər olmalı. Birinci sistemin 0'dan başqa da həll olması üçün baş determinant 0 olmalıdır. Çünki bu kvadrat şəkillidir. Bu determinantı 0'a bərabər edib həll edirsiniz. Determinantlaşma qaydasını bilirsiniz. Onun üçün mən onu bir daha yazmıram. Həll edin deyir. Birinci sistemi necə həll edə bilərəm? Bax, götürürüm, bunları tərəf-tərəfə toplayıram. Toplayanda nə alınır? 3x1 plus 3x2 bərabər 0'a. Sonra nə qayıram? Buranı 3'ə vurub toplayacağım axırıncı ilə. Gör nə baş verir? 3'ə vurub toplayanda 6 plus 2 8x1. 3'ə vurdum, bundan topladım. 3 minus 1 o da eləyir plus 2. X2 bərabər 0'a. İndi buranı aydınlaşdırmaq üçün buranı vuracağım 2'yə, buranı vuracağım mənfi 3'ə. Vurub toplasam, burada alır deməli 2'yə vurdum, buna mənfi 3'ə. Mənfi 24, 6'dır. Mənfi 18, x1 bərabər 0. Deməli x1 0'dır.
x1 0 ise yerine qoyanda x2-də 0 alınır. Yerine qoyanda x3-də 0 alınır. Demək sistemin yalnız 0,50 var. Bu nə zaman yalnız 0,50 ola bilər? Bu baş determinant 0-dan fərqli olsa. Görünür ki, baş determinant 0-dan fərqlidir ki, bu belə alınır. Bu suallarda S2-3 elementi. Bunun ikinci sətrini bunun üçüncü üstünə vur, topla. Biri vur 3'ə, üstə gəl 0 vur 2'yə. Cavab eləyəcək 3. Görsün mü? Hə, a kvadrat y-yə bərabər. Yəni özünə vurmalıyam. Gəl vuraq özünə. 1, 0, 2a plus 4, bu da 1. Vuraq 1, 0, 2a plus 4, bu da 1. Bərabərdir. Yəni nə olmalıdır? 1, 0, 0, 1. Y matrisinə bərabər olmalı. Gəl vuraq. 1, üstə yerə plus 0, 1 elədi vuraq. Buraya elədi 0, bu da 0, bu da 0. İndi buraya eləyəcək. Bu özü plus 1-dən də özü. Onda eləyəcək 4a plus 8. Elə mi? Bura yenə də bunu vuracam 0, burada da 1 eləyir. Bərabərdir. 1, 0, 0, 1. Uyğunluq yaratmalıyım. Deməli 4a plus 8 0 olmalı. Buradan da eləyir -2. Anı yeri -2 yazanda ödəməlidir. Oxşar sual budur. Bax a kvadrat. Anaya vurmalıyam. Bax anaya vuramalıyam. Nə olur? 3, 0, a2-ni vurmalıyam. 3, 0, a2'yə. Bərabər olmalı 9, 0, 10 və 4-ə. Uyğunluq yaradıb həll eləməliyik bunu. Çox da üstündə durmuram mən. A kvadratını hesabladı. Anaya vur. Yanaşı yaz bir-birinə vur. Matrizə vurma qaydasıdır. Sonra S3, 2. Bunun üçüncü sərtini bunun ikinci üstünə vur, topla. 2 plus 3, 5. Burada 2, 3. Bunun ikinci sərtini bunun üçüncü üstünə vurub toplanacaq. Burada da oxşar sualdır. Burada a-nı vur a-ya, əvvəlcə kvadratını tap. Sonra a-nı 2'yə vur, sonra bir-birindən topla yine. A kvadrat, a-nı vur a-ya. Öz-özünə vurmalısın. Rangı hesablamaq üçün. Görünür ki, bu üç tərtibli determinant 0'dır ki, bunun rangı 2 verib. Bunu hesablayanda görünür 0 alıblar, determinant. Bunu görə rang 2 qalıb. Rangı tap, burada rang 3'dür. Görünür, bunun determinant 0'dan fərqliymiş. 3 tərtibli. M3'ü bunun 0'dan fərqlidir, ona görə rang da 3'dür. Anaya vuracağıq. Sonra bu funksiyanın qiymətlər çoxluğu. Bax yenə də belə bir ki 1 bölək 5 üstündə 2x kvadrat. Bu funksiya 0 ala bilməz. Burada bax bu variantda getdi işini, gördün mü? Və bu x sonsuzluğa yaxınlaşanda bu 1 bölək 0 edir. Amma x 0'a yaxınlaşanda 1 edir. Görürsünüz 1 alıram. 0, 1. Burada 1 almayıb görürsünüz, amma 1 ala bilər funksiya. Qiymətlər çoxluğudur. Təyin oblasti 10 çıxaq x olmalı böyük bərabər 0 və x 1 ola bilməz. Bir də loqaritmik funksiya x plus 1 olmalıdır böyük 0'dan. Buradan alalım x kiçikdir 10'dan. Kiçik bərabər 10. 10'dan kiçik bərabərdir. 1'i ala bilməz. 1 almayan variant. Bax burada 1 alıp olmaz. Burada 1'i alıp bu da olmaz. Burada bax ya bu variantdır. Ya da bu variant. Bir -1'i burada alıb, deməli bu da olamaz. Çünki x böyükdür, burada -1 olur. Deməli yalnız bu ola bilər, bax. Təyin oblasti, loqaritma x 0'dan böyük olmalıdır. Məxrəc 0 ola bilməz. Deməli x həm də 1 ola bilməz. LCX daxı. Və x minus 1 kiçik bərabər 1'dən böyük bərabər -1'dən. Hər tərəfə 1 gəlsəm 0 kiçik bərabər x, o kiçik bərabər 2 eləyir. Amma x 1 olanmaz, aydındırmız və 0 da olanmaz x. Aydındırmı? Deməli 0 da olanmaz, 1 də olanmaz. Cavab budur. Bu transparentlə qaydası. Rank necə dəyişər? Transparent eləyəndə rank dəyişməz. Nə zaman tərsi var? Determinant 0'dan fərqli olsa, matrisinin tərsi var. Çevirmə bəli, xəttidir. Yəni 3x tutaq ki, burada plus y yazsam, bu eləyir -3x, üstə gəlir -3y. Ona görə xəttidir, bu ax plus ay şərtini ödəyir, ona görə xəttidir. Lambdaları gərək tapaq da, onda bunu yazaram belə, lambda 1 plus lambda 2'nin kvadratı çıxaq, 2 lambda 1 lambda 2. Düzəltmə düsturu yazıram. Buradan lambda çıxacağım, buradan da çıxacağım lambda. Olacaq nə? 3 minus lambda vuraq. 2 minus lambda çıxaq 2. Bərabər 0'a.
Lambda kvadrat minus 5 lambda plus 6 minus 2 plus 4 beraber 0. Kökler cəmi 5'dir. Yəni 5'in kvadratı çıxaq 2 vuraq. Hasili də 4'dür. 25'ten çıxacağım 8'i. 17. Məxsus ədədlərin hasilini istəyir. Buradan lambda çıxaq. X yazıram. Yaxşı çıxaq X. 1 çıxaq X vuraq. 2 çıxaq X. Çıxaq 6 beraber 0. X'in kvadratı minus 3x plus 2 minus 4 beraber. Hasili mənfi 4'dür. Müəyyən sistem olması üçün sistemin yeganə həlli olmalıdır. Ona görə baş determinant sıfırdan fərqli olmalıdır. 2 minus lambda 6. Burada 6, burada 2 minus lambda. Bu fərqli sıfır olmalıdır. Bu şərt ödəməlidir. Tamam mı? Və yaxud biz orta məktəbdən bilirik də, elə belə bir şərt ödənməlidir. Buradan həll edə bilərsiniz, elə bundan bəhs edir. Burada 2 minus lambdanın kvadratı fərqlidir, 36 alırsınız. Deməli, lambda mənfi 4 ilə 8 olamaz. Həlli yoxdur. Bu baş determinant bərabər 0 olsa həlli yoxdur. Həlli yoxdur. Yenə baş determinant bərabər 0 eləyin, həlli olmaz. Tamam. Aha, nə zaman həlli yoxdur? Bunun qaydaları oxunmalıdır. Bu qaydalar hamısı oxunmalıdır. Bu qaydalar oxunmalıdır. Sıfırdan fərqli həlli var. Deməli, bu x-dir. Lambda 1, bu da 1 lambda. Bu determinant gərək sıfıra bərabər olsun ki, sıfırdan fərqli də həll olsun. Çünki birinci sistemidir. Təlinin yeganə sıfır həlli olmaz üçün bax, bu determinant gərək fərqli də sıfır olsun. Sıfırdan fərqli həlli var. Gərək bu sıfırdan fərqli olsun. Birinci sıfırdan hansı qiymətində sıfırdan fərqli həlli var. Daha doğrusu bərabər sıfır olsa sıfırdan başqa da həlli var. Fundamental həllərini təyin edən. Burada cavabları əzbərləmək lazımdır. Ya da cavablarda məsələn baxır. Bura x4'də 0 deyərəm. Bu 0 olsun. Sonra buranı 2'ye vurup burayla toplayaram. 2'ye vurup toplayanda nə verir? 2, 2, 4x1 plus x2 bərabər 0'a. Buradan x2 bərabərdir. Mənfi 4x1'ə. Və yaxud da bir dəfə də tərəf-tərəfə toplasam 3x1 minus x3 bərabər 0. Buradan x1 bərabərdir 3'də 1 x3'ə. x3'ə məsələn 1 desəm, onda x1'im olur 3'də 1. Və yerinə yazıram, görürsünüz, bax bu cavablar alınır. Sonra başqa həllər də yoxlamaq olar. Bu dəfə məsələn başqa bir ədəd deyirəm, hansısa birinə tutaq, birinə 0 deyirəm, birinə 1 deyirəm, birinə mənfi 1 deyib, neysə yoğunlaşdırıb həll edirəm. Yəni, ya da cavabları əzbərləmək lazımdır. Həlləri təyin eləm, buranı 2'yə vuraq toplayaq məsələn. Ya bunlar tərəf-tərəfə toplayıram. 3x1 çıxaq x3 bərabər 0'a. Buradan x1 bərabərdir 3'də 1 x3'ə. x3'ə deyək belə s deyək. Onda x1'im görürsəm 3'də 1 eləyib. Bax. Yeni qoyub tapsam x2'ni, x2 də görünür mənfi 3'də 4 eləyib. Burada 0 alınacaq. Cavab aydındır, bu yana 0'dır. Bu qaydalardır. Bu qaydaları bilmək lazımdır. Demək, matrisin tərsi 1 bölü s-yə vurulmalıdır. İkinci sətir 0'dan fərqli s ədədinə vursam, tərsi gəlir onda 1 bölü s-yə vurulsun. Hansı həmişə doğru deyil bu? Doğru deyil. Yeganə həlli var. Yeganə həlli olması üçün bu gərək 0'dan fərqli olur. Belə. Bu. Adi hesablama x-in yerinə 27 yazanda cavab 3 edir. Çünki loqaritma 3 əsasdan 27, 3'ün kubudur. O da aydın məsələdə 3'ə bərabərdir. Burada sürət məxrəci x-ə bölünür. X kubuna böləcəm. X kubuna böləndə gör nə alınır. 6 bölü x kvadrat çıxaq 10 bölü x. Burada edir 12 üstə gələk 15 bölü x-in kubu. Bunlar hamısı 0 edir. Ona görə sürət 0 edir. 0 bölü 12 bu da 0 edəcək cavab. Ən yüksək qüvvətlərə baxıram. 3x, bu da mənfi 3x. Bunlar hamısına yerinə 0 qeyd elə. Elə 3x bölü mənfi 3x, o da mənfi 1 deməkdir. Burada sürət məxrəci x-ə bölərəm. Bax, x-ə böldüm. Burada 1 qalır, çıxaq 1, burada da 4 qalır. Cavab 0 edir. Bu qayda hansı doğru deyil?
Doğru değil. Bak bu monoton arıcıllıqdır. Monoton değil. Çünkü -1 müsbət 1. -1 müsbət 1. Yəni nə artandır, nə də azalandır. Monoton arıcılıq ya artan olmalıdır, ya da azalan olmalıdır ona göre. Ne zaman tərsi var, determinant sıfırdan fərqli olsa. Bunlar qaydalardır, bu qaydaları oxumaq lazımdır. Təyin oblasti. X1 olanmaz. Bir də bura -1 müsbət 1-də yerləşməlidir, bax. 3'e vursam 3 kiçik bərabərdir x plus 1 -3 var. 3 hər tərəfdən 1 çıxsam -4 kiçik bərabər x bərabərdir 2 və x-də 1 olanmaz. Deyib budur bax. X 1 olanmaz. Burada 1'i alıb, burada 1'i alıb, burada 1'i alıb olmaz, cavablarda olmaz. Qiymətlər çoxluğu budur. Yəni bunu istəyirsiniz törəməklə araşdırmaq olar ya da X-in adətən qiyməti məsələn müsbət 1 -1 dəyişir də. Bunun şeyi -1 müsbət 1 plus minus 1 yerinə qoyanda 2'də 1 -2'də 1 alınır. Bu biraz ortaq məxrəc eləməliyəm bunu. Ağır sual, daha doğrusu limiti hesablamalıyam. X plus 1 yazdım bura. Burada eləyir x kvadrat plus 1 minus. İndi bu x plus 1'i elə bir vuracağım buna bax. Ax plus b'ye vuracağım. Çünki mənfi qabaqdadır. Alır nə? Ax kvadrat minus deməli bx minus ax minus b. Aha. Gerek burada nə baş verir? Bu ədəd 0 olması üçün gerek bax bu x kvadratda yox ola. Yəni a1 olsa bərabər 1 olsa x kvadrat yox ola və x də yox ola gerek. Və buradan burada gerek 0 olur. -b minus a da bərabər ola 0'a. A-nı yerinə 1 yazanda buradan b də bərabər -1 alınır. Yəni ədəd bölək sonsuzluq çıxar ki, bunun nəticəsi 0 versin burada. Hələlik bunlar bura qədər bəsdir. Növbəti sualımıza izahına başlayaq. F(x) istəyir. 1/x-i elə bir ki, x-lə əvəz edirəm. Harada x görsəm yerinə 1/x yazacağım. 1/x üstə gələk kök altda 1 üstə gələk 1/x-in kvadrat edir. Bunu da sadələşdirsəm ortaq məxrəc x-dir. Sürətdə 1 üstə gələk kök altda x kvadrat plus 1 alınır. Belə. N-in bir ixtisar gedir, məxrəcdə qalır 2/n-1-in faktorialı. Bu da 2 sonsuzluq deməkdir. Bu 0 cavabı. Hansı artan artır? N-ə qiymət verəcəksən, hansı artır? Su artandır. Sonra nə artan, nə də azalan. Çünki -2 müsbət 2, -2 müsbət 2 belə gedir. Nə artandır, nə də azalandır. Bu sütunu silirəm. Buradan determinantı hesablayıram, görünür rang 3 edir. Bu determinantı 0'a bərabər edəcəm. Bərabər hesablamalıyam. 0'dan fərqlidirsə deməli rang 3'dür. Bu tipli suallar harda görsə cavab 0'dır. Çünki determinantın xassəsidir. Bax 1 vuraq, A1 4. 1 vuraq, A1 4. Üstə gələk. -7 vuraq, A2 4. Üstə gələk 0 vurağa 3 4 üstə gələk -5 vuraq A4 4. Bu 0'dır, xassədir. Xassəyə görə qonşu sütunun cəbri elementlərinin cəbri tamamlayıcılarına hasillər cəmi qonşu sütunun 0'a bərabərdir. Xassəyə görədir bunlar. Xətt asılı olmayan sətir sütunun maksimal sayı r istəyir. R bərabər sual. Görünür bu determinant 0 olub ki, rangda 2 qalıb. Bu n istəyirsə, məsələn a kvadratını tapanda bir dəyişiklik olacaq. Olacaq kosinus 2 alfa olacaq burada. Bir-birinə vururam. Mənfi sinus 2 alfa olur. Sinus 2 alfa olur. Burada kosinus 2 alfa yaradır. N olanda da burada n alfalar yaranır. Ona görə bizdə dəyişiklik arqumentində baş verir. Başqa şey heç nə dəyişmir. Yeganə 0,50 var. Deməli determinant 0'dan fərqli olmalı ki, yeganə 0,50 olsun. Yeganə həlli var. Bu determinant gərək nə olar? 0'dan fərqli olur. 0'dan fərqli həlli istəyirsə bu determinant 0 olmalıdır. Bax. Mənfi sonsuzluğa yaxınlaşmağı nə demək? Arxtan qrafiki var da yadımızdadırsa. Bura müsbət pi/2'dir. Bura mənfi pi/2'dir. Qrafik belə gəlir, belə dönür.
Mənim sonsuzluğa yaxınlaşanda x bu yana yaxınlaşır. Bu da mənfi pi bölü 2'ye yaxınlaşır. Cavab da mənfi pi bölü 2. Kəsilmə növləri. Əslində bu suallar bəlkə də yoxdur. Aradan qaldırıla bilən kəsilmə. Çünki burada kvadrat var, ona görədir. Burada ikinci növ kəsilməyə malikdir. X deməli sıfıra sağdan yaxınlaşanda bir qiymət alır. X sıfıra soldan yaxınlaşanda təyin olunmayıb. Ona görə də sağdan yaxınlaşanda təyin olunmayıb. Soldan yaxınlaşanda isə deməli 1'ə yaxınlaşır. Ona görə nəticə olaraq biri sonsuzluq yaradır, ikinci növ kəsilmə yaranır. Burada bunun məxrəci 1'dir, qoşmaya vururam. Qoşmaya vurandan sonra cavab 0 alınacaq. Burada x'in yerinə 0 yazanda y üstü 0, çünki 0'da problem var da. Bərabər 0 plus k'ya, buradan k bərabər 1 alınır. Kəsilməz olur, yəni bir-birini calaşdırıram bunları. Calaq verirəm, ona görə də k'nın bir qiymətində. X sonsuzluğa yaxınlaşanda bura mənfi 1 bölək 1. Arcsinus mənfi 1 alır, mənfi pi bölü 2'də. Təyin oblastı. Deməli 1 kiçik bərabər 1 çıxaq x kiçik bərabər 1, mənfi 1 daha doğrusu. Bir də loqaritm x böyük 0 edir. Buradan x böyükdür 1'dən. Buradan da hər tərəfə 1 əlavə eləsəm 0 kiçik bərabər mənfi kiçik bərabər 2, mənfiyə vursam mənfi 2 kiçik bərabər x. Bu da kiçik bərabər 0. Deməli x 1'dən böyük olmalıdır da, elə deyilmi? X 1'dən böyük olmalıdır. Bu yana da hər tərəfdən 1 çıxıram. Deməli burası 0 edir, əksinə bura isə mənfi 2 edir. Mənfiyə vuranda bura 2 edəcək, bura isə 0 edəcək. Amma x 1 ola bilməz. Deməli nədir vəziyyət? X 1'dən böyük olmaz, 1'dən 2'ye gedər. Burada y üstündə 0 yaranır burada. O da 1'ə bərabərdir. Kəsilmənin növünü təyin elə. İkinci növ kəsilmə var. Bu limit 1'ə bərabərdir. Deməli bunu yazıram. Y üstündə x kvadratı vuraq eləyən 1 bölü x. Bu deyilir y üstündə mənfi eləyən x bölək 1 bölü x'in kvadratı. İndi L'Hopital'ı burada tətbiq edə bilərəm. Bax. Y üstündə mənfi 1 bölü x, bunu da törəməsi eləyir mənfi 2 bölü x'in kubu. Bu da bərabər y üstündə eləyəcək x kvadratı bölü 2. Tərs çevrilir. X 0'a yaxınlaşanda y üstü 0, o da 1'ə bərabərdir. Burada mənfi 3/1 ümumiyyətlə arc tangens x törəmə eləyərəm də, bunu törəmə aldım. 3 dəfə törəmə alacağım. Cavab alarım bunu. Bunun cavabı da 0'a bərabər. Niyə? Yeni törəmə ilə getsəm, L'Hopital'la getsəm alarım cavabı. Eləyəcək y üstü x minus y üstü mənfi x. Burada eləyəcək 6 kosinus 6x. İndi x'in yerinə 0 yazanda yuxarı elə 1 çıxaq 1 bölək 6 vuraq 1. Kosinus 0'da 1 alır, ona görə. Cavab ona görə 0'dır. X'in yerinə 1 yazanda problem var. Deməli buradan da törəm alacağım, buradan da. Bu eləyəcək nə? 8x üstü 7 çıxaq 3. 9x üstü 8 çıxaq 5. X'in yerinə indi 1 yazsam 8 çıxaq 3 bölək 9 çıxaq 5. Bu da eləyəcək 4'də 5. 1/25. Bu tipli suallarda deməli ax plus b bölək ax plus c üstündə kx. Bu y üstündə b çıxaq c bölək a vuraq k deməkdir. İndi burada nə olur? Y'nin üstündə 1 çıxaq 3 bölək 1. X kvadrat əmsalı 1'də vuraq 4. Bu deyilir y üstündə mənfi 8. Kəsilmənin növünü təyin elə. Birinci növ kəsilmədir. Sağ limit 1'i eləyəcək, deməli x 3 ola bilməz də. 3'ə sağdan yaxınlaşanda eləyəcək pi bölü 2. Soldan yaxınlaşanda mənfi pi bölü 2. Sağda var, solda, amma bir-birinə fərqlidir. Onda birinci növ kəsilmədir. Burada isə ixtisar gedəndə x minus 5 qalır. X yer 5 yazanda 0 eləyir. Deməli 5 aradan qaldırıla bilən kəsilmədir. Mənfi 5. 5'ə soldan yaxınlaş. Sol tərəf buradır da. X'in yerinə indi burada 5 yazacağım. Bax sağdan olsa burada yazacaqdım. Aşağısında yazacaqdım.
X yerine mənfi 5 yazanda mənfi 5 minus 3. Bu da cavab verəcək 2. Burada soldan yaz. Solda hardadır? Burada x 0'dır. Baxın bu funksiyada 0'dır. Bunu belə yazıram bax. Elin x plus 3 bölü x üstündə x. Bu deyilir elin 1 üstə gələk 3 bölü x üstündə x. Bu da elin y'nin kubu eləyir. Bu da 3'ə bərabərdir. Hə, burada hansılar doğrudur? Birinci doğru bərabərlikdə x 0'a yaxınlaşır. Bir də üçüncü doğru bərabərlikdə x sonsuzluğa yaxın. Məxrəc sonsuz böyüyür. Bunlar heç az x 1'ə yaxınlaşamaz. Burada x 0'a yaxınlaşa 1 olamaz. Burada əslində k bölü n olmalıydı. Aydın oldu mu? Bu ikisi səhvdir. 1'in 3 doğrudur. Burada x 4'ə yaxınlaşır. En yaxşısı ya qoşmaya vurmaqdır ya da törəmə almaqdır. Buradan da törəmə al, buradan da törəmə alanda cavabları çıxardacaqsın. Burada a-nı müəyyən elədir. Mənfi a bölək 5 bərabərdir 3 alınır. En yüksək qüvvətlər qalır da burada. Deməli bərabərdir mənfi 15 edir. Burada isə fərq var. Fərq 2'də 1 qabağa çıxır. Bir birinci qalır, bir də ən axırıncı qalır. Və bunu ortaq məxrəc edib hesablayarsınız. X-in yerinə mənfi 3 yaz. Mənfi 3 plus 2 bölək mənfi 3'ün kvadratı plus 4. Bu elin mənfi 1 bölək 9 plus 4 13. 13'də mənfi 1. Burada 2'də 1 ədəd olması üçün k gərək 3 ola ki, eyni qüvvət olmalı ki, ədədə bərabər olsun. Burada sürət məxrəci yerinə böləcəm. Deməli 1 bölək 1 alınır. Cavab 1'dir. Bu arıcılıq sonsuz kiçik ədəd arıcılıqdır. Enə qiymət versən daha da kiçilir. Bu arıcılıq da sonsuz kiçik ədəd arıcılıqdır. Bu arıcılıq məhdud ədəd arıcılıqdır. Sinüs çünki mənfi 1 ilə 1'dən kənara çıxa bilmir. Bu nədir? N kvadrat plus 1'in arıcılığı. Yəni 1'in kvadrat plus 1, 2'nin kvadrat plus 1, 3'ün kvadrat plus 1, 4'ün kvadrat plus 1. Görürsünüz, belə davam edir. Burada x4'üm istəyir. İndi n'ə 1 versəm, x2 bərabərdir. N'ə 1 verəndə x1 çıxaq 2. Yəni 2 çıxaq 2. Bu 0 elədir. N'ə 2 versəm, x3 bərabərdir. x2 çıxaq 2. Bu da 2 elədir. N'ə 4 versəm, x3 versəm, modulda x3 çıxaq 2. 2 çıxaq 2, bu da cavab verəcək 0. İlk 4 həddinin cəmi x1'in 1'dir. İndi n-i yerinə 1 verəndə x2 bərabərdir. 2 vuraq x1 plus 1. Bu da eləyəcək 3. N'ə 2 versəm x3 bərabər 2 vuraq x2 plus 1. 2 vuraq 3 plus 1. 7 eləyəcək. N'ə 3 versəm x4 tapılır. 2 vuraq x3 plus 1. 2 vuraq 7 plus 1 15 eləyir. İndi x4'ün cəmi 1, 3, 7, 15 hamısını topla, görünüşçülüğü cavaba yaz. Burada hamısını yerinə yazmalıyım. Bax, alfanın yerinə 2 yazacağım, x'nin yerinə n yazacağım, beta'nın yerinə mənfi 2 yazacağım, y'nin yerinə də 3n yazacağım. Cavabı hesablayıb yazırım onu. Bu ardıcıllıq deməli ciddi artan həm də məhdud, yuxarıdan məhdud ardıcılıqdır. Mənfi 1 verir bunun limiti. Ona görə məhdud ardıcılıqdır. Bu ardıcılıq ciddi azalan həm də yuxarıdan məhdud ardıcılıqdır. Bu ardıcılıq monoton deyil, amma məhdud ardıcılıqdır. Aha, bu hansı ardıcılıq? N'ə 1 verəndə, görürsünüz, mənfi 1 eləyir, bax. N'ə 2 verəndə 2'də 1, N'ə 3 verəndə mənfi 3'də 1, 4 verəndə 4'də 1 və s. Belə. Bu isə 1 bölək n kub arıcılığıdır, bax. N'ə 1 verəndə görürsən 1'i alıram, 2 verəndə ikincini alıram, belə. Hə, fx istəyir. İndi x kubunu nə ilə əvəz eləməliyim? Mən elə bir t ilə əvəz eləyirəm da. Onda x-i gərək kub kökaltda t yazım. X-i harada x görsəm elə yazım. Yəni fx onda bərabərdir. X-i yerinə kub kökaltda x yazacağım. Kub kökaltda x'in kvadratı. Üstə gələk 5 vuraq kub kökaltda x. Yəni bu da qüvvəti kəsrlə yazılır. Və bu şəkildədir. Tamam, bundan sonrasını davam edək. Növbəti videomuza başlayırıq. X-i 1 bölü x ilə əvəz edəcəm. İndi burada
1 bölü x, f 1 bölü x. Harda x görsəm yerine 1 bölü x yazacağım. 1 bölü x'in kubu üstə gələk 3'ün üstündə 1 bölü x. Ve bu şekilde. Qiymətlər çoxluğu x kvadratı funksiyası en kiçik qiyməti 0. X yerine 0 yazanda 3 üstə 0 plus 2. Deməli 3 alacaq. Sonra da x ne istəyirsən yaz həmişə böyüyür də sonsuzluğa qədər gedə bilir. Qiymətlər çoxluğu eyni istəyir. En bərabərdir. Bilirsiniz də 4ac minus b kvadrat bölək 4'a düşürüldür. Kvadratik funksiya. Oradan tapacaqsınız. Daha doğrusu bunun emini hesablayanda mənfi b bölü 2a. Mənfi 6 bölü 2 o dedi mənfi 3. X yerine mənfi 3 yazanda 9 minus 18 plus 1. Bu elədi mənfi 8. Mənfi 8'dən müsbət sonsuzluğa kimi. Hə, burada 3 minus lambda vuraq, 2 minus lambda çıxaq 2. Bərabər 0. Buradan bayaq yazmışdıq bunu. Lambda 1 plus lambda 2'nin kvadratı çıxaq 2 lambda 1 lambda 2. Bu düsturdan istifadə edəcəksiniz. Məqsədlərin cəmini 3 minus lambda vuraq, 3 minus lambda çıxaq 4 bərabər 0. Lambda kvadratı deməli minus 9 plus 4 plus deməli minus 5 eləyir də. Deməli belə eləyir də 3, 6, 9. 9 lambda kvadrat minus 6 lambda elə eləyir də. Lambda kvadrat minus 6 lambda plus 9 minus 4 plus 5. Cəmim 6'ya bərabərdir. Lambdalardan biri 0 deməli x çıxaq 2, burada 4, burada eləyir 2, burada 3 çıxaq 2. Lambdan biri 2'dir yəni. Məqsədədir 2'yə bərabər. Bu 0'a bərabər olmalı. Buradan həll edib tapacağım. X minus 2 çıxaq 8 bərabər 0. X bərabər buna. Məqsədlərin kvadratlar cəmi. Bayaqki qayda ilə tapacağım. Lambda 1'in kvadratı lambda 1 plus lambda 2 metərdə kvadrat çıxaq 2 lambda 1 lambda 2. Bu qaydadan istifadə edəcəm. Bəli, xəttədir. Təkrar gəlir bu suallar. Fundamental həllərini yəqin yazanda təkrar yazmışam. Buranı deməli 2'yə vurub toplayacağım da mən. 2'yə vurub toplayanda 4x1 plus x2 bərabər 0. Buradan həll edib tapacağım da. x1 x2 arasında asıllıq yaradır. Sonra burada vahid matris deməli bunun tərsi bərabərdir. X burağa bərabər B matrisidir. X bərabər B burağa üstü mənfi 1. Deməli 1, 0, 0, 1'i vuracağım bunun şeylə. Bu neçə deyir? Mənfi 15 çıxaq 14. Üstə gəlir 14. Mənfi 1 idi. Deməli mənfi 1'ə vuracağım bir dənə. Baş diagonal yerini dəyişir. Mənfi 5, 3. Bunlar işarə dəyişir. Mənfi 2, müsbət 7. Demək bu vahid matrisi özü eləyir, bir dənə mənfiyə vurulmalıdır. 5, 2, bu mənfi 7, bu da mənfi 3. Cavab budur. 5, 2, mənfi 7, mənfi 3. Belə. Bu rangı dəyişməz heç vaxt yer qalacaq. Tərsini tapmaq üçün bir bölək determinant tapmalıyım. Bax, determinant vuraq, cəbri tamamlayıcılardan düzələn matrisin transparent olmuşu. Hamısında 8'də 1'dir, bir dənə 3'də 1 var. Deməli, determinant görünür ki, 3 eləyib ki, bunu yazıb 3'də 1. Hamısında 8'dir. Hə, bu determinantı açıb həll eləməliyik, bax, belə. Rangı istəyir burada. Deməli, 3 tərtibli bu minora baxın. Minor görünür 0'dan fərqli olub ki, rang 3 olur. Burada da rang 3 olur, deməli, bu minor 0'dan fərqli olub. Bunu hesablayın, baxarsınız. Anı B'yə vur, B'ni A'ya vur. Və bərabərləşdir. Bir-birinə uyğunlaşdır, görünə alınır. Tərsi yoxdur, deməli bu determinant 0 olmalı. Bir dənə lambdanın 0 qiyməti hər şeyi göstərir də. Lambda 0 olanda tərsi yoxdur. Başqalarında yoxdur heç. Hə, bu biraz ağır su. Anı B'yə vuracağım. Sonra transparent eləyəcəyik. Transparent eləmək, onu sətir sütunların yerini dəyişməkdir. Bir də S'nin kvadratını tapacağım. S'ni S'yə vuracağım. Sonra burada yerini yazıb çıxacağım. Biraz vaxt aparan sual. Məqsəd ədədlərini tap. Buradan lambda çıxıram. Bir də x yazıram. Elə x kvadrat minus 0 bərabər 0, x bərabər 0. Bu da 0 edir. Məqsəd ədədlərini tap. 1 minus lambda vuraq.
1 minus lambda çıxaq 1 bərabər 0. Buradan biri 0, bir də 2 eləyəcək kök. Bu nəzəri sualdır. Yeni məxsus ədəd. Buradan 2 lambda çıx, buradan da lambda çıx. Deməli 2 ilə 3 də köklər. X bərabərdir. A bu üstü mənfi 1 vuraq B-yə. Belə xətt asılıdır. Nisbətlərə baxıram. Nisbətlər eynidir. 4-ün 6-ya nisbəti bərabərdir. Mənim fikrim mənfi 3-ə nisbəti bərabərdir. 6-ın 9-a nisbətinə. Ona görə xətt asılıdır. Determinant dəyişməz. Birinci sətirlə ikinci sətiri toplasam və ya çıxsam determinant dəyişmir. Hansılar doğrudur deyir. 3 ilə 4 doğrudur. Bu 2-dirsə tərsinin determinantı 2-də 1-dir. 4 də doğrudur. Bu özünün tərsinə vuranda 1 eləyir. Hə, A, B bərabər B-A olsa bu bərabərlikdə doğru olur. A-nı vuracam, A-nın transponderasını. Hə, burada yalnız bura en gəlir, bax bir dənə. Dəyişiklik oradadır, bax bir dənə. Başqa heç yerdə dəyişiklik yoxdur. Tənli həll ilə determinantı açıb həll eləməliyəm. Tərs matrisi nə verər? Deməli, bunun 3 determinantı 1 edir. Burada yerini dəyişəcək. 1, 3, mənfi 2, bu da mənfi 1. Bunun determinantını hesablasam, elementlərin daha doğrusu hasilini tapsam. 3, vuraq 2, 6. Determinant bərabər 0, həll eləməlisin. Determinantı hesabla, gör cavabda nə alırsan. Nəzəri sual. İki sətrin yerini dəyişsəm, determinantın qiyməti dəyişir. Və əksinə dəyişir daha doğrusu. Anı vuracaqsan aya. Daha hasilini tap. Vuraq yaz bir-birinə vurub tapassan. Bu da qaydadır. Rankda belə bir xassisə var. Toplayanda ranklar cəmin ranklarından kiçik qalır həmişə. Rang istəyir, bərabər sual. Deməli, bunun determinantını hesabla. Əgər sıfırdan fərqlıysa, rang uçurlayacaq. A11 nədir? Birinci sətir, A11 M11 deməkdir. Birinci sətir, birinci sütunu silirəm. Nə qalır? 2, 4, 3, 4. Elədir, 8 çıxaq 12, mənfi 4. A12 mənfi M12 deməkdir. Mənfini yazdım. Birinci sətir, ikinci sütunu sildim. 5, 4, 7, 4. Bu da elədir 20 çıxaq 28, mənfi 8, bir dənə də mənfi var, müsbət 8 eləyir. Bu ikisini toplayanda, bu ikisini topla deyir. Ona görə cavab 4 eləyir. Hə, bir dənə burada n olanda, bura n gələcək, bir də k-nın üzərinə n gələcək. Bax, bura. Cavaba fikir verin. K-nın üzərinə n gəlib, bir də bura. Başqa heç nə yox. Hə, transponerlər nədir? A-nın özünü vuracaqsam, onu sətr sütuna yazacağım. 1, 6, mənfi 3, mənfi 2 məsələn. Belə. Vurub yazarsın. Qaydanı oxumaq lazım. Bu qaydalar oxunmalıdır. Yenə, determinant sıfırdan fərqlidir. Fərqli sıfır ilə həll eləmək lazım. Sıfırdan fərqli qiymət bircə yerdə var, görürsünüz. Hamısında fərqlidir. Determinant hesablanmalıdır. Hesablanmalıdır. A-nı B-yə vur, B-ni A-ya vur. Sonra bir-birindən topla. Tərsini tap yenə. 15 çıxaq 14. Burada baş diagonal yerini dəyişir. Bunlar işarəni dəyişir. Fikir ver. F-soxa. Bu da hasili tap. Burada başqa bir şey qalmır. Determinant bərabər 0 ilə. Lambda 5 eləyir. Hələlik bu qədər bəsdir. Mən elə gəlir ki, bu tiplər düşəcək. Mən seçə bildiyim, yaza bildiyim bu qədərdir. Amma başqa şeylər də artırmaq istəsəz artırın, baxın. Tək bunlar deyil yəni.